olmasa, zəhmət olmasa oranın pəncərəsini bağlaya bilər çünki birdən Yo. Bağlama. Səs gəlmir. Prosta işığı söndür. Rəqq edir Nihat. Salamla başlayaq yoxsa bunun azadından bir şey eləyək? Niyə görəsən? Salam verək. Onunla da bir dənə Bunu da eləyək. Hamısından eləyək. 3 deyirəm. Bəli, amma bu 4 dənədir, sorry. Ebi narahat olma. Buna ağzımı vurmuşam buna. İstəsən amma vura bilərsən. Ağzım. Salam, nuş olsun. Yorulmayasınız. Bir də Allah saxlasın. Allah saxlasın. Biri də var əlavə. Hey sexy lady. Hey sexy lady. Uydurdum. Bunu da basaqdan da bir dənə getsin. Gedək. Bunu yəqin ki qoymayacağam. Amma elədik də, bunu şey eləyərik. Qara kadrolu. Qaraqan. Qonağımız Aya Primadır. Kimdir Aya Prima? Mən. Mənəm. Nə demək Aya Prima? Ayam adımın qısa versiyası Aygül. Prima da Yox, Prima siqaret deyil. Mentol. Mamamın qız familiyası. Primova. Primova. Primadonna. Yes. Ata familiyam Quliyevadır. Nə qoymadım? Ayagul. Aygül, Ayagul. Bu bizim yeni bölümümüz bir şey deyim. Nə qəşəng dolu oldu. Bəyəxlərim yaman ürəyim xarab olmuşdu ki, belə az olacaq. İndi yaman çox oldu. Sözünə ürəyim xarab olmuşdu. Xoş gəlmisən Aygül. Xoş gördük. Necəsən, işin, gücün, planların? Planlarım. Kino mino. Çünki bura gələn ancaq ya kino ya da direkt. Yox, mən kitab yazacağam. Doğru. Nə haqqında? Kişiləri Yox, anlamağın. Hudojna literatura, fiction. Bədii roman. Uşaqlığım haqqında. Nədir? Hə, uşaqlığım haqqında. Adı nədir bəs? Kişilər. Demirəm, yox. Kişilərlə necə? Yox, vəbşə onun adiyyəti yoxdur. Prosta 4 dənə uşaq haqqındadır, 3 oğlan bir qız. Füzulidə keçən bir gün. Yox, mən Füzulidə böyüməmişəm axı. Mən o gün görməmişəm. Mən doğulanda Füzuli işğaldaydı. Bu arada artıq Füzuli işğaldan azad olunub. Yes. Füzulilərə, bütün Füzulilərə salamlar. Qohumlarından Bu arada Füzuli Fərid də Füzulidir. Bəli. Qohumların ata tərəf qohumların yoxsa Valla hamısı. bütün qohumlarınla sən aran yoxdur belə. Yox, heç birinə aram Niyə? yoxdur. Tək Yoxdur. Xala qızamı qızı? Yoxdur, heç birinə aram yoxdur. Sıfır. Necə yəni səninlə eyni düşüncədə olan bir qohum yoxdur? Yoxdur da, nəinki qohum, heç öz doğma bacı, qardaş çox fərqli. Ha. Bir dənə qardaşımla yola gedirəm, o da Rusiyada yaşayır, evlidir. Rus bir xanımla evlidir Yox, yoxsa? Azərbaycanlı ilə. Həm də Ya Rus bibiyəm. Yox, bibiyəm həm də. Hə, təzəlic olur. Aygül Bir yaş. Bibi Aygül. Amma görməmişəm düzdür də. Uşağı gəlib görməmişəm, amma bibiyəm. Official divarın o bir tərəfində qalır. Official çimendədir. Official Bibi. Aygül bizə nəsə alıb, onu bizə təqdim eləmək istəyir. Çox sağ ol. Aygül evə elçiliyə gəlir. Çox sağ ol, həqiqətən. Təşəkkürlər. Payın artıq. O biri qonaqlara, növbəti gələcək qonaqlara da bir yenə Normal qohumları çağıraq. Hamımız qonaqlar. Pəsək qonaqlar yox. Allah. Ay Allah. Göstər də kameraya göstər də, götür göstər təzə. Yersiz də ala. Əvvəlki Sən göstər də, belə göstər bəs. Şokoladdır da, yəni. Şokolad alıb. Yox, tanır hədiyyə aldığın üçün. Bu arada Aygül bəzi birini yesin. Normal bir şeydir də, yox. Yox, Onlar qızdır. Elə onu deyirdim. Aygül bizim bölümləri izləmir. Amma biz son bölümdə, Əlxan bölümündə dedik ki, qonaqlar əli boş gəlirlər falan filan, amma Aygül bunu izləmədən əli dolu gəlir. Oradan izləmişdim. Çox sağ ol. Yox, yox, hara gedirəm, nəsə alıb gedirəm. Nə gözəl. Bu mənim Füzuli. Xınam qurudu. Belə birini mən qoyuram. Elə hərə bir dənə. Bilirsən də bu təzə şokoladlarda şey çıxır, içindən hərf çıxır və o hərfdən bir dənə şeir zad. Kişiləri şey eləmək olur. Bas bayrağı xahiş edirəm. Kişi. Haca. Sonra gülməli zarafatlar eləyirsiniz, yoxsa Yox. görəcəm onu, yoxsa müharibə yakıldın. Qızlar bilsən nə güləcək indi. niyə? Qoydu yenə bunlara. Bacışqalısan, Kişilərə yenə. Bacışqa yenə qoydu. İnşallah bu выпускun axırı yaxşı qutarar. 4 səhv bir düz aparıb bunu da. O səhv də sənsən. Dur bas bayrağı. 4 səhv niyə? Basacağam elə pis olur. Universitetlər də. Füzuli deyil. Füzulidə ən sevdiyin şey nədir? Deyim də. Yox, Yaxşı şeydir. Yaxşı, mən də yaxşı şey deyəcəm. Doğrudan deyirəm, yaxşı şey deyirəm. Hər şey mənə xeyri yaxşı da var. yoxdur Okey. şey olaraq da. Yəni mən ona önəmsəmirəm. Amma məncə Füzulilər çox belə qohumbazdır da. Yəni şey bir-birlərinə dəstək zad olurlar. Bir-birlərinə dəstək olurlar. Bir-birləri ha. Görmüsən sən özün öz qohumlarından dəstək? Bir Füzulili olaraq. Yox, mən uzaq durmuşam. Okay. Mənim niyəsə belə qohumlara qarşı şeydir, əlaqəm yoxdur da. Bu mənim səhvimdir. Amma sənə baxıb deyə bilmərəm, Füzulilər belə olur. Məncə də hə. Fərid o adam deyil deyəsən. Bəs mənə baxanda Yox, yox, sən də deyə Sənə bir bilmərəm. şey Yox, amma səndə var hə, biraz var. Mən Füzulidə olduğunu bilmirdim də. Bahara dedim ki, məncə Agil Füzulidəndir. Dedi ki, hə. Mən də ilk dəfə baxanda demişdim ki, bu qız 100% Füzulidir. Hardan niyə mənə Füzulidən? Mən sənin videolara baxmıram. Sən nə vaxt bizim videolara baxarsan ondan sonra. Heç qabağıma çıxmamışıq. Çıxmısınız.
Başda mən ilk qız olmalı idim, ilk qadın olmalı idim verilişinizdə. Şərqdə Bahar olubdu bir dəfə qonağımız. Mhm. Amma orada səs problemi olmuşdu. O bölüm nəsə çox izlənmədi. Yox, Qərəvli xala olub. Nə mən şey edirsən mənim Yox, yox, Bahar olub birinci. ondan əvvəl yox dostlar, Aygünlə bir yerdə 4 dənə qadın qonağımız olub. Dördüncü kimdir? Bahar, İlkin İmkanə, Hə, doğrudan sonra. İmkanı da var. Doğrudan görməmişəm Şey, o qızları. Qərənfil xala və Aygül. İlk feminist qonağımız. Hə, elə deyək. İlk feminist qonağımızsan. Niyə feminizm? Bəs. Feminizm olmasaydı mən burada olmazdım. Məsələn, Niyə? 4 dənə oğlan içində bir dənə qız gəlib. Bahar feminist deyil. Olardı. Hə, Bahar feministsən, Bahar. Bahar əgər maşın sürürsə, cins şalvar geyinib əyninə, Cins şalvar geyinib, şalvar geyinib əyninə. Sən ora təhsil getdin. alır, Sən təhsil köhnə feminizm mübarizələrdən oldu. gəldin. Oldu Məktəb da, oxuyubsan da. feminizm oldu 1800-də da. qayıtdın, sən. Yox, Zarafat oldu da, Bahar bəs məktəbə feminizm. gedibsə zat. Yox, təhsil alıbsa, işləyirsə, əyninə şalvar geyinirsə, maşın sürürsə, biletini alıb xaricə Sürmür gedirsə, feminizm. Biletini alıb xarica gedib amma. O da yəni. Maşın, bir dənə maşından itirdi Bahar. Bəs sən xarica getmisən? Конечно. Hansı ölkəyə? Mən xaricdə oxumuşam vəbsə 2 il. Doğrudan. Hansı hara? ölkədə? Estoniyada. Hesab ödəməkdə səndə necə olmalıdır? Qız yarı-yarı ödəməlidir. Hesabı o yoxsa- adam ödür ki, kim görüşə çağırıbsa, qarşı tərəfi o da ödür. 50 kimi cavab verdi. ha. Yox, fakt odur da. Sən- Bu da Mən amma- oturmuşam Bu evdə. da amma standart cavab. Yox, bir standart dənə cavab gözlə, mən idi. oturmuşam evdə. Bax, Hansısa kişi mənə yığır ki, dur get mənə kofeyə. yığmır, poxye. Mənə yazır. Mənə yazır ki, Allah istə ölürəm. Mənə yazır ki, məsələn, gəl gedə çay içək, kofe içək. Mən durmalıyam, çinməliyəm. Pul Makiyaj dansı, eləyirəm, hamısı ay işıq puldur. pulu, ay su pulu. Dururam makiyaj eləyirəm, üzümə başıma götürmə çəkirəm, paltarımı geyinirəm, taksimi sifariş verirəm, gedirəm ora, gəlirəm bunun travmalarına qulaq asıram, axırda da çayımın pulunu ödəyirəm. Mən burada nə işim var? Sən qabağına niyə normal bir kişi çıxmır? Hamı Rahatsız, travmasını hə. danışır. Bir dəfə də Səndən sən get bir travma danış da, Mən nə olar onsuz ki? da bütün mənim həyatımda olan kişilərin hamısına travma vermişəm. Məsələn, nəyi var? Doğrudan. Hə. Sırf bunun üçün bəs onun həyatını almısan. Yox, onun üçün Alın bunu almamışam. travma qoyun. Prosta görmüşəm. Eksperiment aparıram. Yox, prosta sən necədir? Məsələn, mənim qabağıma doğrudan normal oğlan çıxmayıb. Nə yalan deyim. Nə xarici, nə Azərbaycanlı, ikisindən də optum olub. Oput. Optuna baxıb balamın, hə. Amma ki, məsələn, Instagramdır. özümə şey eləyirəm. Tərbiyəsizdir. Ay, tapma oturmuşam. Amma ki, Allah isinə ölürəm. Ha, doğrudan nə çıxardıq bəlkə bunları? Mən saqqalı iptal elədim. Dostlar gözün dözdüyümüz qədər dözə. Birinci yarım Yaxşı, yola verək. yaxşı. Birinci yarı. Hə. Bığlarım. Bölməyək. Bu da Hə, bölümün mən- qeyrətini. Hə. Hə, buyur, buyur. Hə, nə deyirdim? Nə deyirdin? Hə, Kişi, Kişiymiş. Məsələn, mən maksimum ilişkim 3 ay olub. Yəni 3 aydan artıq. Nəzərsən? Hə, Üç ondan ayla. artıq. Sən olub. Bedəlli problem əskəri oldu. çəkib. Burada bir problem səndədir. Yox, Zarafat problem məndə da bəlkə deyil. problem Problem səndədir. məndə deyil. Valla prosta Bu 3 ay, sual bir- maksimum 3 aya maskalara düşür. Yəni Bir şey deyim. Yine bizə girir. Bəlkə bir gün yo, onun problemi. sualı özə verəsən ki, bəlkə problem məndədir. problem məndə Sualı heç deyil. özünə vermisən. Məndə problemlər var, amma in general problem mən general, deyiləm. hə, Problem mən okey. deyiləm. Bir də bu arada Aygül rus sektorda. Hiss elədinizsə. Hə. Aygül Hə. həm də hüquqşünasdır. Orada Doğru. Space də hüquqşünasdır. Yes. Bir-birinə sən necə yola gedirlər? Biz bir yerdə oxumuşuq da. Sən necə oldu ki, necə qərar verdin ki, okey, mən bu bölümə gəlinmişəm. Yəni sənə görə heç vaxt Harda baxmamısan, qırıldı yəni Hə, bu? harda qırıldı ki? Amma yox, son dəfə bezdin, yazanda yoxsa bundan nə? əvvəlkilərdə bir dənə problem deyim sən Hə. WhatsApp-ından bağlı. Yazırsan 7 gün sonra Göy quş silinir. getmir. Hə, bilirəm. Sonra da görürəm. Silinir. Sonra da mesajları qalmır mən ümumiyyətlə orada. bilmirəm biz sənə nə danışmışdıq. Mən də bilmirəm. Sən də bilmirsən biz Yes, sənə mən nə də danışmışdıq. bilmirəm. Bundan Onda əvvəlki adamın 2 üzrə dəfə durmaq üçün gəlməməyin edirsən səbəbi 2 dəfə almamağın səbəbi bu idi Görməmişəm. əsas. Da, görməmişəm. Biz danışırdıq ki, növbəti ay bəlkə filan. Bəs gəlməməklərin səbəblərindən biri şey idi, məsələn, dirsinlər. Ey. Yəni bəs Getsin. gəlməməyin səbəbi Lənətə gəlsin. Emirsən, düzündür. Yo, Bir vallahi, dəfə baxım şey, vallahi, baxım şey yo, demisən vallahi. ki, bu Yo, nədir bu Yo, uşaqlar vallahi elə 4 şeyim dənəz də oldu. oğlan. Yo, elə bir söhbət oldu. Məsələn, onda səni hara çağırırlarsa, orada gedirsən. Orta elə Füzuli səsi gəlir. Hə, buyur. Bu gördüyünə görə gəlmirəm. Çünki tökülürəm. 30 plus problems. 30-dan yuxarı yaşayır. 32 yaşım var mənim. Doğrudan. Nə var? Neçə yaşınız var? Uşaq biz. Sizin neçə yaşınız var? 24. Nə 22? Sən 22 yaşın var. 24 yaşım var mənim. Belə dedim, bax da bir. Ha. Ha, qardaş hələ də 22 sən. 22 yaşın var sənin. Oy Durun da. deyirsən. Neçənci ilsən sən? 22 hesablayanmırsan, ay feminist. 2001 deyirsən 22. axı. 2001 mənim qardaşımdır. Onda 2004. Ancaq 2001 sənin qardaşındır. 2001. Yox, sən Frandı. 2001-də 24 yaşım. 24 yaşım var. Sən? Hə, 24. 26. Sən? Mən Sən biraz yaşlısan məncə. 28. Ha, sən. 32. Okay, 93-sən. Mhm. O dəqiqə hesabladı. Hə, hesabladı. Riyaziyyat Ancaq onu bilir. Riyaziyyat Qadında güclüdür, axı. hüquqda bilir. Feminist qadın. Hüquqda bilir. Bəs qadınların elmdəki rolu.
Bluetooth-u tapıblar. Məncə səhv şey deyim. Bu suallardan çox Hə, bezir. hə, hə. Hamımızın Hə, hə, verək. 100%. Niyə başqa nə verək? Girişi belə eləyirik də prosta. Elxanın bölümü oldu. Boş verək. Mövzu açaq, bala-bala danışaq. Ay. Aygül də bizə qoşulsun. Feminist söhbətləri olmasın. Olmasın. Hə? Bəs də feminizm. Həyat da bayram olsun. Vırım feminizmə Bayramlar zət belə. Aygül də bir ucdan aparır şokoladları. Gətirdiyi elə tıxıb Hə, gedir. zarafatsızca. Mənim belə bir mövzum var. Aha. Buyur, buyur. Çoxdandır Çaldır. heç yerdə. Mən gəlirdim. Dedim baxdım ki. Çoxdandır bu xitabları eşitmirəm. Mhm. Əvvəl çox işlənirdi. Az və xitabları. Hə. Bunun işlədəndə də bu ümumiyyətlə çox yaxşı Dincəlirsən. xitab idi. Amma işlədəndə həmişə neqativ reaksiya alırdın. Az özün. Məsələn, Məsələn, sənin üçün neqativ Neqativ idi. Bu- Az çay Hayır. gətir oradan məsələn. Baxır kim deyir. Dostun yaxın dostun desə okeydir. Valla mənə azla müraciət edən yaxın dostum yoxdur. Qəşəng. qorxurlar da. Yəni Yəni adını də- deyirlər ya da ki. Məsələşərsən də durduq yerə kimsə Hə, gəlir. də Az var. şeydir də, bəs kətçilər deyir. Yaşın Bu Hə. ümumiyyətlə hardan çıxıb? Mama, Az, papa. niyə belə? kətçilər də rayonlar gəlib Bakıya. Mən Əgər- də özüm elə aparıram ki, Bakılıyam. Ayənin şeyi ola bilər, qısaldılmış. Aya prima. Ədə belə bir şey var idi. deyil, əmidir. Qəşəng Hə, cavab. Deyil, nə bilim, yox, Fəriddir. əmi. Hə. Hə. Əmiyə gəmi zat. Qaqaşda da şey Gəlir. deyirlər. Qaqaşın Afrikada var. O niyə o qədər uzun şey deyirlər? Bilmirəm. Hə, onu da heç tapamırdım. Mən onu eşitmişdim. Afrika, nə gərək var? O qədər uzatmağa. Bəs Wings Club-dan hansı obraz idin? Nə obrazı? Wings Club-da. Nə Nə deyirəm? obrazı? Wings Club Wings nədir? Club bilmirsən ha? Ən feminist cizgi filmlərindən biri. Feminist deyil axı. O Bəs qadınları yaxşı, okey. şey eləyir. Powerpuff Girls-a. Baxmamışam. Oy. O, buna da baxmır, Sonra nə Antoploskaya var da baxmır. qızlar şey? Nəyə baxırsan bəs gün ərzində? Sonra qızlar olan Ancaq nə var? Sex and the City. Şey, Ona baxıb qurtarmışam. hepsidən hansı? Mən Hepsi qrupu. baxmamışam. Hepsi qrupu. Ha, hepsi bilmirsən? qrupu. Türklərin Ay Allah. Şey- Türk dünyasından Tempo. çox. Mən mütəşəm yüzyılda belə Hə, baxmışam. asıl nə idi? Gilmore Baxmamışam. Girls. Gilmore Girls. Valla baxmamışam. Amma Gossip ancaq Girl. Sex and the City. Gossip Girl. Yox, Gospel'a da baxmamışam kısaca. Kim Possible. Kuşlar Vadisi. Bu Rampam Kuşlar Vadisi. Ala oradan ancaq kişidir, dəlisən. Soprano serialına baxmışam. Oo. Qəşəng. Gözəl. Sopranos, Mən baxmamışam. Brigada. Mən Qəşəng. xoşuma gəlir mafiya serialları. Kişilər axırda kişilər ölür də. Kişilər Kişilər ölür. bir-birini öldürür. Kişilər sən də bir-birini sevinirsən. öldürür, mən də ləzzət edirəm. Ha. Axşamlarda Sex and the City. Bəs Aya və az xitabı. Tərlan mövzusu yenə qaynadı getdi arada. yox, bilmədim nə deyim. Yəni həqiqətən. Ümumiyyətlə yəni, axır vaxtlar mən xitab mövzusunda əməlli əziyyət çəkməyə başlamışam. mən Bu bəzi. xüsusilə abi sözünün onsuz da danışmışıq. Abi Abi sözü. cringe-dir. Cringe Abi gəlir zor. sənə. Amma Abi zor. Çox pis abi. Ya abi. Mən müəllim deyirəm. müəllim Bəy. Bilmirəm nə deyim. Ən yaxşı bəydir yox. Ay yox, Bəy də çox şeydir. Ey, bəydə də belə olur. düymələr. Müəlliməs nədir? Müəllim deyil axı. Məsələn, kimsə Bilirəm deyil, amma müəllim də. Yəni Yaxşı biraz nə deyək? biraz aram normalca müəllim. Abi. Valla abi çox Abi yaxşı zordur. oturur. Amma Abi, abi da- heyf deyir xaricilər. Adını deyirsən su. dude. Niyə orada da var da Mister? Adını bilməsən bəs. O Mr. Mr. Bean. nədir? Mr. Bean O iş diyor. biraz officialda, amma Ay, belə prima. həyatda Sən Ad ingiliscə deyirlər. hansı leveldir? Hey Sweetie. Suan. Məsələn sən. Hı. Yamandır bu. Donanımlı deyil. Savadlı Sən qızlar. xaricə də Savadlı gedə qızlar. bilərsən. Çox ağıllı olanda deməli belə olur qızlar. Keçən də bir dənə qaqaş gördüm, danışırdı abi sözü ilə bağlı və Hə, dedi hə, ki, nə edirsiz eləyin, abi O söz- sözü gəlir, Gəlir dilimizə. girəcək hə, elə bir bizim şey demişdim. lüğətimizə. Mənim ətrafımda söz istifadə edən heç kim yoxdur. Sən harda Elə yaşayırsan? mi deyəcək ki, Vallahi. mənim ətrafımda o söz istifadə Vallahi edəndə ağzını ətrafında sıraram. nə- Kim var? Mənim ətrafımda rus bölməsini bitirən uşaqlardır. Bra. Onda da birinə brat. Yox, yəni Bratelnik. yox, Devochka. sözü demirlər. Bratushka. Azərbaycan Azərbaycan dilində danışırıq, amma ki o abi sözünü mən eşitməmişəm ətrafımda. Abi. Amma Çünki o- rusca olsa şey olar ki, abi. Rus sektor abi desə çox pis olar. Abi. Abi. Ümumiyyətlə rus Kag- sektorların biraz KGB. türk şeyi var axı, nifrəti belə deyim də. Var Turetski. səndə də. Turetski. Çuşka gəlir sənə Qutlar Vadisi məsələn. Gəlir hə. Çox gəlir. Hə, biz var, bilinir də. Bradiyaga, Bradiyaga nə idi? Brigada güyələ Bəs nə bu bombadır. çıxır? Brigada bomba deyil. Brigada bomba deyil. Sən nəyə baxaq? Ancaq Sex and the Brigada City. bomba. Sən seksəcini soxdun deyə. Sex söz var axı içində. Bəs musiqi alətlərində ifa eləməyi bacarırsan? Pianoya getmişəm 2 il. Görürsən, bu qız Üstünə zarafatsız. donanım. Sən- Belə olar da adam. Karatəyə Elə getmişəm. də olar Karatəyə da- getmişəm uşağa. Karatəyə də Bunun gedir. qabağına görə nə oğlan çıxmalıdır ki, heç Ha, olmasa. zarafatsız. Şeylər Bu var. bir sən nədir? O vaxtki şeylərdə olur, dastanlarda da var idi. Bir Aristoteles. qız olur, at çapma yarışına girir, onun kim keçsə onunla evlənəcək zət. Bildin ya güləşir, onun kim yıxsa zət. Heç kim Sən də konkret keçə osan. Mən evdə qalacağam onsuz da. Elə demə. Elə demə. Dədə Qorqud dastanının. Onsuz da biseksual oldu. Ona sənin adın olsun. Nə Dədə Qorqud dastanının bir ona oxşayan bir ad deyin. Qazan xan. Dədə Qorqud dastanına oxşayan dastan Dədə Qorqud dastanındakı adlar tipli bir ad. Mənim Sub-Zero.
Sub-Zero yoxdur, həm nə Begim. Begi Bildim begi. belə. Ha. Bəli, bəli. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda, yeyinti üçün. Verilişimizin o biri baş sponsoru aviases.az-dır. aviases.az. Gəzinti üçün. Təşəkkürlər. Ya şu Teşekkürler Aygül de abi, Türk siz. dilini sevmiyormuş ya. Cringe oluyormuş Türk diline. Onda Aygül bizim Rusca sözlərimizi bilirsən, şübhə Siz vəbşə rus nə bilmirsiniz? Yox, heç. Yox, Zırt da bilmir. Bizim Bunu ən bilirsiniz? ortaq nöqtəmiz odur. Rus dilini Dördümüzün də. bilməmək. Yo yo bir dənə də var. Türk məktəbində oxumusunuz, liseydə falan, Türk yoxsa Azərbaycan məktəbi? dilində? Mən Azərbaycanda. Türk məktəbi. Yaşasın Türk məktəbləri. Türk. Biz kimiz Türkiyədə oxumuşuq. Kimi Türkiyədə oxumusunuz? Amma bu Yəni həm də bilmir- şeydir. Türk liseyində oxuyur. Hə, liseydə oxumuşam. Okey, bəs siz? Mən Azərbaycan. Dümdüz Azərbaycan. Bu Pirşağı, tar məktəbində oxuyub. Tar məktəbində getmişəm. Orta məktəb oxumayıb. Orta məktəbə getmişəm. Ancaq tarix çalıb. 188 sayılı məktəbə salamlar. Salamlar. Füzullisən deyə Bəli, bəli. dinmirəm. Yaxşı. Elə bilirsən Elə bilmirəm. Bəs səncə şübçennik nədir? Tərcüməsi şübçennik. Nə? Şübçennik. Şılqunçik bilirəm, o dadır. Şübçennik. Bilmirəm. Eşitməmisən rus dilində sözü? Bəs səndə nə Çağırış. çağrışdırır deyilmiyim də. Nəyə Hə, oyandırır? yoxsa deyil. Hansı- Hə, hansı məlumatı təəssürat ver Hansı söz sonra. oyandırır səndə? Hansı təəssüratı yaradır? Niyə demirsən? səndə? Niyə demirsən? O məlumatı ver sonra. Çağrışdırır, niyə demədin? Çünki Aygülün bundan heç xoş Hə, gəlmir. hə, Aygül. Türk dilindən heç hə, xoşu gəlmir. Ay qız, mənlə türk dilində konuşma. Türk dilində xoşum gəlir, yəni problem deyil. Azərbaycanlı Türkiyəyə biri istifadə gedirəm. eləyəndədir. Yox, ona da problemim yoxdur. Gürlər İsmət Paşa. Bəs nə? Bəs də abi sözü. Bəs nə deyək? Nə dilində? Rus dili bilmirik. Sən yaşında dil bilmə. qıt qalır arada. Türkçə danışmaq. İnsanın adı var da. Ya bəy ya da müəllim, ikisindən birisi. Abi demirik ki, Bəy onsuz yoxdur. abi dedik. Biz sən abi deyirik. Yox, mənə Amma bir şey deyim, Abla, qadınların abla xitabda deyək. zor olur. Xanım. Hə. Zor. Xanım gedir. zor da. hə. Bəy. xanım xanımcığım. Bu da tərbiyəsizdir. Bu bölüm ancaq onu deyəcəm, tərbiyəsiz. Hə. Tərbiyəsiz feminist. Hə, hə, hə. Kişilərdə problem olur. Nə deyək, zarfasız. Valla da 40 yaşında birinə mən nə deyim ay Aygül? 32 yaşım var. Məsələn, taksi şoförüdür. Bəs Müəllim demək ən istəmirəm. yaxını deyim də nədir? Amma o da şey, qardaş. Qardaş, qardaş demək olar. Qardaş da çox şey. Qardaş da hə, Qa- nə qardaş. Qardaş. Səndə şey var, qa deyirsən arada. Qa. Mən abini də oksidləşdirib deyirəm belə. Ab. Sağ ol abi. Belə eləyirəm. Deyirəm birdən xoşu gəlməz onda abi sözü. Əvə. Hə. Əvə. Mən Dəşə özü ədinin orada. çox götür qoy eləyirəm ki, nə Hə, deyim hə, hə. qabağımdakına. Bəs Allah kişilərin bəlasını versin. Yox da, yox. Yox, o qədər də. Yeni Amma mövzudur, nə? deyirsən bunu yoxsa? Yenə feminist söhbətinə girdik. Deyəndə deyirəm, amma prosta deyim indi. Yo yo yo. Yəni İstəyirsən deyim. Onda yeni ili xoşdursan yoxsa Novruz bayramı? Yeni il. Novruz Niyə? bayramı zəhləm Çünki gedir. Rus Yenə Niyə? Rus sektorda. Yox, Rus bir Şuşka gördün. Ay, Ay, Şuşkadır Novruz bayramı. Novruz. Yumurta zadı. Yeni il bayramı Vinil. universaldır da, şey, международный. Ona görə. Beynəlxalq. O qəşəng, Rusca da bilir ha. Hə. Müjdarodla nə qəşəydi? Tam bizim tapacağımız sözdür. Ona görə Amma daha çox fakültədən xoş gəlir, yəni o Yes. Amma şey, Rusiya. Novruz bayramı mənə şey gəlir. kəndçi bayramı. Kəndçi bayramı deyil. Novruz bayramı həmişə kökəlirəm. Hə. Basıb yeyirəm Ən qoğaldan. çox nəyə xoşsan Novruz bayramında bəs? Şəkər buramı yoxsa Paxlava. Şəkər bura, paxlava şəkər mı? bura. Şəkər bura xoşlayarlar. Məsələn, Necə sən Füzulidir? Qəşəng şəkər bura, qəşəng. Bağlava çox yağlıdır, çox şirindir. Hə, hə, hə. Adam ürəyinə dəyər. Paxlava Deməli, mən heç paxlava vaxt qəşəng, adam amma- insan içinə çıxartmıram. Qoğalı da Atıram. bütöv yeyə bilmirəm. Dayan, Gələ bir yarısını dəqiqə, şey Sən bölüşdürürəm. şəkər buranı sevirsən, Hə, hə? əlbəttə. Məzələnirsən Mən sevdiyim sən. şəkər buradır mənim. Nə oldu evə? Ara bir kimsə gəlirdi Türkiyəyə uşaqlardan. Müəlliminə paxlava gətirib. Şirəsi axıb. Sən Nə- şəkər buranı sevirsən. Hə, hə, Bəs sən hə. demirdin ki, onun içində pesox. O mən demişdim. Yaxşıdırsa pesox O mən deyil. Pesox demişdim, hiss mən eləmirsən demişdim. sən yaxşıdırsa paxlava. O Mən Şey, şəkər şəkər buranı bura. itiyəm. Yəni Hə, hə. bu dəqiqə Yo, yo, mən demişdim. Xamırı Mən şəkər yumşaq buraya olur, nifrət hə. edirəm. Niyə ki? Yumuşaqdırsa hə. Məncə Qəribə yaxşı yemə. çörək olanda Yaxşı yeyirsən. yemə. Valla çox Məncə. yoxlamışam, mən çox çox yoxlamışam. möhtəşəm. Hə, hə. Şəkər bura çox pis yəni Şəkər Bir bura dənəsi iyrəncdir. yedin, çayla içdin, doydun, getdin işin gücünün Hə, dalınca. hə. Şəkər bura çox pisdir. Amma belə ümumi götürsək Novruz Bir də bayramı şəkər buranın- şirniyyatlarının heç biri yaxşı. Şəkər buranın bir dənə problemini deyim. Problem yoxdur. Şəkər buranı cibivə belə qoya bilərsən. Novruz Zor. Hə, Novruz paxlavanı keçir. qoya Şirniyyat bilməyəcəksən, belə olmalı yapışacaq, deyil. Yoxsa yapışacaq. yeni ildə, yeni ildə Novruzdan niyə danışırıq? Bilirəm, yenə də də indi olsun. Danışaq da hə, Hə, gedək. yenə də yəni şəkər bir şirniyyat cibə girməli deyil yəni. O acı Cibə girən papaq, acı adamdır. papaq atırsan, içinə paxlava qoyulur, şey təmiz Hə, şirin olur. qoymasın, hə, Yapışır, qoymasın. tüklər Hə. yapışır. Bəs ən yaxşı Paxlavanın Azərbaycan üstünə. şirniyyatı sizcə bizi təmsil eləyəcək. Şəkər burada. Hı? Şəkər bura. Məsələn, Vallahi. o qədər də yoxdur. Şəkər halvası. Yox, qoğal bəzi, Yox. qoğal. Qoğal mən Qoğal şirniyyat bəyənmirəm. deyil. ay Bəyənmək yox. Şirin yenə gəldi şirin qoğalı sox deyə. Hə, hə. Şirin Hə, qoğal, qoğal. bir dənə Avropa. şirniyyat Yox, Azərbaycan hansı şey, Azərbaycan Ağzının üstündən birini qoydu. Yox, Azərbaycan hansı şirniyyatları var ki? Mən Şəkər bilmirəm. halvası.
yeməmişəm. Quba halvası. Bir Ay, şey ay, deyim. Hardasan sən? Dostlar bir şey deyim. Necə yeməmsən? Ay, Quba halvasıdır yoxsa Dəli. Quba baklavasıdır? Belə bir hə, şey var. o da gözəldir. O dadlıdır. Onu da Gözəldir. bilsən harda? Quba Qırmızı avto olan, vağzalında. qırmızı olan. Yox, qırmızı şəkil. Hə, amma Rolton oxşayan Nəsə deyirsən. də bir-birinə oxşayırlar. Nəsə onu yemişəm deyəsən. Quba niyə zad Qubanın var? avto vağzalında satırlar onu. Filmi sal. Qəşəngini də. Çox dadlı olur. Mən bəyənirdim onu. Amma yenə də universal belə Şəkər halvası. Mecnarad- Məncə Mecnarad- şəkər halvası deyil. Məcmamoy. alnının akı ilə təmsil edir. Alnının akı ilə. Ağzımıza bir dənə söz düşdü də, yəni Mecnarad. mecnarad. Axıra qədər. Yo, Mecnarad uzor. Nəsə xoşuma gəlməyəndə nonu bas. Gözlə, non yox. Mecnarad. Hə, Nonu verin də Aygülə. nəsə. No. Bu arada bizim bir söhbətimiz var idi çoxdankı bölümlərdə ki, Novruz bayramı kənd yerlərində daha yaxşı keçirilir. Aha. Hələ də bunun arxasında. İndi gəlin dururam bunu mən. yeni ilə bağlı Hə. deyək. Düşünürəm ki, yeni il Şəhərdə. şəhər uşaqlarında Bəli. daha Hə, yaxşı. Bəli. keçir. Burada artıq yer Hə. dəyişmə olur. Hə. Novruzda kənd insanları gözəl qeyd eləyir, çünki Hı -hı. Novruz tam belə milli, mənəvi, amma yeni ildə məsələn kənddə maksimum məsələn bizdə belə deyim də son 10 ildə mən fişəng görürəm Pirşağda. Hə. Mən hər il Pirşağda girirəm bu arada. Hı -hı. Yəni o mənim bir nə Onun deyirlər o ona? qədər qəribə Ritual. adı. Ənənəm Bilirəm, var. hə. Hə, ailəmlə qeyd eləməliyəm. Yox, o zordur O ya. heç şey, yəni Pirşağda olmaqdır. Prosta ailəm də Pirşağda qarda, nə edeyim indi? Gəlsinlər Sonra də bir dəfə. Pirşağda demədi, ailəmlə. Amma evdə Yəni ailə şəhərə köçsə yenə Pirşağda Pirşağda ailə doğma azad belə, hə. Axırda dava düşür. Bəs Yadava qısqandığın şey düşmür. nədir Tərlan şəhər uşaqlarında yeni il vaxtı? Qısqandığım nədir? Sənsən. Əslində artıq qısqanmıram. Əvvəl Yox da, qısqandığım təbii şey ki. idi. Məsələn, şəhərdə aktiviti olur axı. Məsələn, Hı -hı. atəşfəşanlıq, Aktivite nəsə bir sözünü şeylədə Azərbaycan dilində əsəbləşir. Sosial fəaliyyət. aktivite. Aktivasiya. Aktivite demədim. Activision. Activity dedim. Hə, onda ingiliscə. zor Onu bəyəndi. qəbul eləyir. Hə, onu qəbul atış. İndi Hə. Pirşağda da klublar açılır. Pirşağda klub açılmayıb. Pirşağda sadəcə əvvəl fişəng olmurdu, amma bəzi məsələn Pirşağda belə deyim də zənginləşmiş insanlar var. Onlar Zuki atır. Aşağıdan köçürlər. feodallar. Zukilər atırlar. Onlar məsələn çox qəşəng bir şou eləyirlər. Bütün kənd məsələn ona Qəşəng baxar. boş ərazidir. Atom Boş zad ərazidir, atmaq hə, olar zarafat. Pirşağıya. Atom yox, amma yəni gözəl atmaq olur. Yəni. Amma bu zır paket şeyinin ən şey necə deyim, əl altına satılan yer elə yerlərdir məncə. Şəhərdə satılır, zır paket satılır. Zır paket. Bu arada zır paket satılmır indi. Yox. Sır paket satılır. Deyəsən, Elə yox, yəni bilirsən, olmaz. Hə. O vaxt Amma olmaz. yəni- dostlar. hər Hamıda- bayramda hamıda görürük. da- Yəni siz hamıda alanda alırdı. hardan alırdınız? Yəni bizə çörəyin altına zatdan çıxardı. Yəni verdilər mən də. o Yəni vaxtı gizli olurdu bu. normal dükandan gedib Yox, alırdıq. yox, belə deyim də, Olurdu. əvvəllər düz deyir. Əvvəllər bütün marketlərdən zaten alırdın rahat-rahat. Hə. Sonradan öncə qadağan olundu, qanun çıxdı. Amma o sonra çox uzaq bir vaxtdır da. Yəni mən uşaq idim onda. Yəni mən 2005 məktəbdə oxuduğum zat. şey, məktəbdə oxuduğum dönəmə denk gəldi. Yox, yığıb yandırır. təsadüf elədi. Yəni şey olmur. Ya da russası nədir? Satan bilmirdilər. Spakoşi şey. Siz də çox takırsınız. Hə, nəsə, takırsınız. Mən ən qısqandığım şey şəhər uşaqlarında yeni il vaxtı binalar arası Döyüş. fişəng atışması zadı. O nədir? Yaxşı, bəs yeni illə bağlı ən belə xoş xatirəniz hansıdır? Mənim yeni illə bağlı pis xatirəm var. Buyur. Onu danışım bəs. Sən də acıların Açıq deyək də, çoxusan. açıq deyək. Açarı qayda. Olsun. Nəyini vermədi? Bir şey Onsuz deyim, da açıq Nə deyək, almayıblar ağlasaq. sənə? Xoş xatirələri danışım mən axırda. O zarafatsız amma da oradan mənim pis xatirəmdir. Yəni. Açarı itən zəng gəlib ki, bəs gətirdən olar fişəng al. Siz danışın. Mən yeni ilin ən xoşuma gələn tərəfi odur ki, Novruz bayramına biraz daha yaxınlaşmış Ay, oluram. Niyə belədir bu? Bu Hə, niyə belədir bu? məndə şeydir. Sən yeni ili daha çox xoşlayırsan. 12-də. Yox, yox. Yəni yeni ili xoşlama səbəbi var bir dənə. Hə, Hacı. zordur. Məsələn, məsələn yeni ili Novruza Aa, görə. necə sevinir. Yeni illə öncə kişilər arasında qırğındır. Hə, hə, hə. Bacardım. Yeni illə öncə qutarmışam qardaşım. Doğrudan. Hə, Yo, mən yo. çəkmir. Saat 12-də. Uşaqların yoxdur ona görə, ailəli deyilsən. Ailəliyəm və bir uşağım var. Yaxşı da. Nə oldu? Yeni ili Hə, sevmirsən. nə oldu? Onda sən yaxşı ailə başçısı deyilsən. Niyə ki? hə, Niyə? yaxşı kişi Bir deyilsən. dəqiqə, bir kişi. dəqiqə. Niyə? Çünki yeni il ailəvi bayramdır. Yox, bilsən nə görə? Ailə ilə alınmır? hər gün bayramdır. Zeyd ancaq əlifba sayır ona görə. Öz inandın dediyimə, yəni. Vallahi. Ailə ilə hər gün Zarafatsız bayramdır. bəzidə elədir. Onu denə də. Nə? Qəşəng Elə denə. sloqan Siz dedin danışın. Dedim də ha. dedim. Hə. Gəlsin. Yamansan ha. Ya amma elədir, həqiqətən mən Niyə Novruz bilirəm ki, bayramı bəzidə xoşuma gəlir elədir. daha çox, çəm yeni il? Daha çox şirin Deyim Şəxsən niyə? sənin evə görə. Çünki evdə oturub yemək Ya, yeyə elə bilir. deyil, elə O deyil. eşşək. Mən izahını Yo yo yo, verə bilərəm. deyim də Hə. deyim. Bahar gəlir deyə çox sevinirəm. Bahara. Bahara salınır.
Mən də bahar fəslini çox sevirəm və yeni ilin mənə görə, Oxu kitabı oldu. Kənd uşaqları söhbəti ancaq Novruza gətirirlər. Üstün cəhəti nədir? Mən qışı sevirəm. Kasıb olduğu demədən göstər. Ayları sevirəm. Yəni Və soyuq ayların ortasında bir bayram. Soyuq aylar istəyirəm. Mənə çox belə deyim də, xoş gəlir. Hə, bilmirəm. Məsələn, Namiq Atranda Qaraçıqlının rəvayətidir. düşünün ki, indi il şeyləndir də, martdan başlayır, Hicri şeydə təqvimində. qutarır da, fevralda qutarır. Allah sən Sən onu. onu ver də, hə. Qarqız da axı, hə. Başlayır fevralda qutarır. Məsələn, şey düşünün də, elə bil ki, qış full şey olur, ilin sonu olur. Nə deyim? Qəribə olardı. Çox qəribə olardı. Bəs bir şey qəşəng yeniləndik. Ortasında heç bir bayram yoxdur. Bəs Çox gözlədim ki, görüm bu söhbətin axırı gəlir. qar qız nə edir? Heç yerə Qar gəlmir. qızın işi gücü nədir tam olaraq? Məncə qarqız soxuşturma bir personajdır. Aygül özü desin. Sən də Sən də başla. Valla bilmirəm, çox Bu gün sən qarqızsan. İnformasiyam Nə etmək yoxdur. istəyərdin? mən gəlmişəm sizin axşamınızı gözəlləşdirməyə. Təşəkkürlər. That's all. That's all. Gözəl. Ağlasın. Ancaq bir cümləlik bir şeydir. Hə, hə, deyir qaça. Biz danışdırmalıyıq da. Necə yəni? Cəmaatın qızına şey eləyəndə Sən geydirə ailəlisən. bilirsən. Uşağım var. Bəli. Qız yoxsa oğlan? Oğlan. Maraqsız. Allah Ay, Allah. zarafatsız. Amma düz deyir də. Yəni qız uşaqlar. Mənim daha də çox- bacım oğlu var, o da oğlan deyəcəydim. Maraqsız. Maraqsız. Bacımın iki- uşağı var nə deyəcəydim, amma oğlan deyim? Maraqsız dediyim- iki Hə, çox deyəmədim. Austin treki deyir. Yaxşı, yeni illə bağlı psixoterapiyamı deyim onda. Denə. Hə, yeni illə bağlı psixoterapiyam budur. Deməli biz mən də qaçqınam bu arada. Uşaq vaxtı Sənət yeni də ili var. qəşəng keçirə bilmirdik. Çünki yeni il biraz məsələn Novruzla şeyin Hə. fərqi həm də odur. Hə. Novruzda baxma, papaq atıb evə yığa bilirsən. Yeni ildə Şey. pul xərcləməsən, Novruzda qonumdan, qonşudan, nə bilim, yığışırlar, hamı şəkər rəfa, hər evə şey girir də, yemək girir. Hə. Yenə uşaqlar evi xatirəsi. Yeni ildə bu maskalar, nə bilim də belə bəzəklər. Hamı maskaları falan, düşür. O yan bu yan. Bu heç vaxt olmurdu. Tərlan. Buyur. Sakitləş, hər şey yaxşı olacaq. Hə, hə. Mafiyalar Yox, gözünü Ya, açsın. da amma zarafatsız Yaxşı mənim çox olacaq. üzüldüyüm bir şeydir. Aha. Danışımla bitireyim. Danış, Hə. danış. Bu heç vaxt olmurdu və bir dəfə mənim hardasa deyim ki, bu 4-5 yaşlarımda olub, amma yadıma gəlir. İt kimi xatırlayıram o vaxtı. 2 klok, maskalar, nə bəzəklər filan necəsə bilmirəm nəsə olmuşdu. Oğramışdı. Oğramamışdı. Şeydə Şaxta bağa gəl. yeni il nəsə də Az- nəsə az pul gəl. düşmüşdü əlimizə və gedib elə bir şeylər almışdılar bizə. Biz də mahnı teatrının yanından 2 klok heç yadımdan çıxmır özü. Yanından ayırmırdım. Mahnı teatrının yanına onu qoyduq. Qoymuşuq, minmişik avtobusa, getmişik. Və gəldik Pirşağaya çatanda dedi ki, bəs kloklar? Nə pis olur. Bir dənə dayan, çox üzr istəyirəm. Siz bununla bağlı evdən çıxmışdınız? Yo, biz çıxmışdıq yeni illə bağlı şəhərdə gəzdik o yan Həm də bu yan. uşaqdır da. Hə, Həmin dövrün Hə, şəkli də var. hə. Hə. Və o 2 dənə Bəzi- kloku mən də çox sevəsəm. Çıxart oradan Şey eləyirəm sürprizi. ki, 2 klok Gedəcəm. aziqəmiz var. Klokları da Kloklar burdadır. mən də şey eləyirdim ki, gedim evə açım onları, nə falan o yan bu yan və odur budur mən yeni il. Gombol budur. Bəsdir də. Bəs bir şey deyəcəm. Sən ona görə bu gün dedin ki, Bir şey çox deyəcəm. bəzək alın. Yeni il ərəfəsində sizə o vaxt məktəbdə gətirib bilet verirdilər. Ha, Falan yerə, verirdilər. teatra Məcbur getməyə. almalıydın. Sizə yardım Almalıydım. edirlər qardaş. Qaçqın. Orada bir hədiyyə verirdilər. İçində qütvərən şokoladlar Olur, vardı. hə, Yadınızdadır o. hə, olur. Dadsız. Bəzi bəy almaq istəyirdim. Qurtdu candan. mutlu Desəm şokoladlar. alardım. Hə, doğrudan. Desəm alardım. Ancaq İçində də yenə də götür-gətir eləyir. sevindirirdi amma adamı. Şu tədbir də olurdu. Nə deyirsən? Tədbir də olurdu. Hə, hə. Gedirdik Hə, hə, ora. Şəkil. O qədər mənasızdı amma. İran onun keksi, tədbirləri. İraq şokoladı, Fələstin Hə, sosu. sənə. Elə bir yardım gedirmiş sənə gəlib çıxdı. Amma yeni il tədbirlərinin hamısı, Taxtalı. hamısı Bot günündə olurdu. Çox üzr istəyirəm ifadəmə görə. Çox hamısı Əsas pis gündə hədiyyəyə olurdu. görə Bəs bir geyirdi. dənə bir şey Amma deyim. bir yalan Sən makinesi işi dedin ki, Rusiyada doğulmusan. Mhm. Orada Hansı da şəhərdə? getmisən və orada da pis günün. Nəsə şey Mən orada Vinograd. 7 yaşına qədər yaşamışam. Ona görə çox da yəni. Nə oldu? 7 yaşı normal Yox, yaş. hamı 7-8 yaşında çıxır gəlir. Nə Məktəbə- qovublar məktəb- orada. Məktəbə gəlmək üçün də məktəbə qədər orada yaşamışıq. Sonra gəlmişik ki, məktəbə gedim. Gedərdiniz də orada. 7 il amma bizdə uzun gedərdim. müddətdə Aygül bir şeyləri bilmək üçün ora ilə bağlı. Çox xatırlamıram. Mənim uşaqlığım çox travmalı keçib. Ona görə uşaqlığımı çox yaxşı xatırlamıram. Nə travma? Danışmaq istəyirsən burada yoxsa? Çox xatırlamıram. Sən nə yardım yəni. olmaz? Xatırlamıram nə ediblərsə. Hə. Biz burada travmaları danışırıq. Məsələn, bu ona görə açıq taxırıq da. Biz Tərlan tez-tez belə kasıbçılığı ilə bağlı danışırıq, ağlayırıq. Yox, amma zarafatsız həqiqətən çox pis olmuşdum. Yəni. Mən də pis oldum Ya Tərlan. pis oldum, Hə, Tərlan. dəhşət Eşitdim yəni. zarafat. İndi danışdım, danışanda da pis oldum. Hmm. Kaş, Yeddi klok- kaş indi bax burada bir dənə fişəng olardı. Ağzını Demə də elə Fərid. çox istəyirəm. Hə. Çox istəyirəm. Amma Ya yeni gördün ildə də, həmişə üz evimizdə ifadəmdən gördüm ki, stylist nə necə olurdu. kədərik. Bir şey deyəcəm, zır paket səsi azalıb. Yoxdur ki. Gəl sənə də bir şey deyim. Hı. Bəzi noyabrın Son gün. 19-u idi.
məhəllədə zır paket və dedim ki, Allah hardan tapmısınız bunu? Uşaqlara respekt göndərdim. Qardaş, mən də keçən dəfə bibimlə gedirdim. Keçən həftə idi də deyəsən. Nə vaxtdır? Yəni Dekabrın əvvəlləri ola bilər qardaş. qardaş, uşaqlar məhəllədə elə qardaş, brat, brat da davamını gətirəm mənə. Brat Fərid. Brat Fərid məhəllədə. adı var da, uşağın adı var. Faricik. Aycan. Faricik məhəllədə uşaqlar zır paket atdılar. Və belə baxdım ki, bayram deyil, seyran deyil. Amma Pirşağda heç vaxt atmamışlar. Yox, Pirşağda atırlar. Yox, Uşağın Pirşağda hansı tərəfdədir? Nə? Razinə yaxındır. Mehtəbatdan o tərəf. Mehtəbatdan o tərəf. Fatmeyi. Mehtəbatdan bir stansiya o Ora deyil, tərəfdə ora. Zarafas. Mehtəbat tanımırsan? Sən elə Razinə Binəqədin çıxırsan, tanıyırsan, şəhərə Binəqədi. gəlirsən, təzədən Sən- Razinə qayıdırsan. Sənin şəhər bildiyin McDonald's-un qabağındakı heykəldir. Yes. Allah şəkil alvası yeməyib, şəkil alvasını Zarafatsız bilmir. yəni. Var. Oradan deyirəm. Şəklini göstər də, bəlkə Baxın bəlkə görərsiz, yemişəm. görəndə tanıyar. Mən prosta qurman deyiləm, çox yeməklər yemirəm. Qurman. Bu qurmanlıq nə əlaqəsi yoxdur. Yəni Çox şeyin dadına baxmaq xoşlamıram, yeni şeylər. Şəkil alvası elə bir şeydir ki, fırlanıb bir gün ağzınıza girə bilər. Bunlara dadına baxmışam. Bu hər stolda olur da, yəni. Bəs bunu Tərlan özü bişirib Onu olar sənin yemirəm. üçün. Doğrudan. Zor ifadəsi var, ki, dostdur da, onu da şey eləyir. İncimirəm zardı. Amma incidim biraz. Yemişəm bundan. Yemisən. yalan deyil. Yemişəm. Allah ki yalan deyil. Yox, Necədir? Necədir? Xoş Vallahi yalan. Pauza verdi. Çox şərbətli bir şeydir. Adi paxlavadan Fərqlidir. daha suludur. Suludur. Amma Zordur o qədər şirin səncə? deyil. Adi paxlavadan daha şirin Burada daha deyil. çox ləpə var. Ay, Hə, yenə necə- Novruzu daha şirin deyil. qaydırır. Bu arada mən bir dəfə əsəbləşib yeni ildə papaq atmışdım. Bunu da deyim ki, Novruz sevgimi daha yaxşı qavrayasınız. Neçə yaşın var idi? atmışdın da. Keçən il idi. Yo. Instagrama bax. Səhifənin reklam gedir. Gözəl, yeni ildən də danışdıq. İndi biraz aydından danışaq. danışmadıq. Novruzdan danışdıq Zərbəs. Yenidən danışmadıq. Tərlanım gözəl bir mövzu açsın, Gözəl danışaq bir ya da mövzu İsmail açsın. tez mövzu açsın, tez eləsin. deyim. Bir dənə gözlüyüm, baxın. 4 dənə kişi oturub da burada indi nəsə. Aha. Hə, sən də bürcsən. Bəlkə sən təxmin eləyəsən bürclərimizə. Mən bilmirəm, mən çox başım çıxmır bürclərdən. Amma Başın təxmin elə. çıxmır. Hə, Bax ora və yaraşır. Gəlin. Bir dənə söz soruşa bilərəm. Pakazuxa nə deməkdir? özünü göstərmək, show off. Hə, vəsə. O söz mənə söyüş kimi gəlir. Bəs Mənə də, hə. mənə də hə. Pakazuxa. Hə, vəsə. Nə Şir. bürcsən? Okay, sən də bürcsən. Əkizlər. Sən də bürcsən. Qoç. Sən də bürcsən. Qız. Mən də qızım. Bəs bununla bağlı nəsə bir təxminlərim var ki, məsələn, mən gütvərənəm və ya da bəzi daha yaşlı adamlar. Onun bürcləri adiyyatı yoxdur. Bilirdim eləyəcək. Onun bürcləri adiyyatı yoxdur. hamımız- Da, da, da. Kişi olduğumuz Mən heç kimi, hamımız da, mən onlara. heç kimi onun bürcünə görə nifrət eləmirəm, yəni mən Cinsinə görə. cinsinə görə nifrət edirəm. Ay, gözüm dağıldı. Sənə görə din, millət, irq bunlar şey Yox, deyil. ancaq Sadəcə yox, cins. zarafat edirəm. Hə. Mən kişilərdən nifrət eləmirəm. Mən doğrudan deyirəm, bursa insanları sevmirəm, qadınlı kişili. Hə. Yəni mən daha çox belə Yaxşı kişi. eləyirsən zarafat. Mən bu arada sənə bir gəlinlikçi şey deyim. bilirlər, amma mən daha çox Mən bu arada sənə bir şey Mənim daha deyim. çox qadınlarla problemim olub internetdə onlayn, nəinki kişilərlə. Görmüşük. Hə, düzdür. Mən bu arada sənə bir şey deyim. Sən ilk dəfə qabağıma çıxanda mənim sosial mediada 10 yaşım var. mamanla nəsə danışırdınız. Okay. Danışa bilərəm bundan yoxsa Hə, hə, problem danış. deyil? Hə. Yox. Allah Mamanla nəsə danışırsınız, mamamı çəkmirsən də, mama nəsə deyir ki, ay qız bəs falan şey. Mamamın yerinə üzülürdüm ki, lan necə şey elirsən ya o qadını belə yaman Sıxır Bəs ya. hə, Mən- yaman sıxırsan ya Bəs qadını. mən- Sən Onun qadın da duyğuları. deyir ki, hə. Sən mən- cavansan da. Ya başa düşürəm. Yox sən düz deyir, cavansan da. Can. Bəs mənim hisslərim, bəs Nə mənim bilim, travmalarım, Nə bilim bilmirəm. Elə belə prosta üzülürdüm mamamın yerinə bu qədər. nə mənada Tərlan, sənin üzülürdün? skorun düşdü bu gün. Yox, maraqlıdır mənə. Nə mənada üzülürdün? Nəyə görə? Yox, üzülürüm. Elə şeylər deyirsən ki, məsələn, mamamın heç məlumatı yoxdur ondan, bildin ya, mamamın generasiyasında o info yoxdur. Mamavın adının baş hərfini denə tez. Bağdagül adı. Baş hərfini deyərdim. Zarafat. Tabarda. Onda bağda gül, Aygül, aygül. Aygül, hə, buna belə sən onda qızının adı olacaq. Daygül. Zarvatlar. Sual vermədim, dedim ki, sadəcə üzülürdüm mamamın. Bu qədər. Nə pis vaxt da gəldi. Zarafat da eləyirəm. Amma- ikisini. Məsələn, Poçta yer davay dur. Oyuncaq. Kişiləri şey edin üçün. mənim mamamla problemim belə yoxdur yəni həyatda. Mamavı çox Yüz istəyirsən çox də. Mamamı da hə. çox istəyirəm. Qaç çox istəyirəm. Bir qadın. Yox, yox, Çox sonradan toksik qadındır. Mən yəni Ya qadın olmaq toksik qurtarır onu. münasibətimiz var mamamla. Bəs sən Arabın çox bomba oldu kim var? Bir dənə rəfiqam var, odur. Kimdir o? 17 yaşından bir-birimizi tanıyırıq. 18. O da səninlə eyni düşüncədədir, hər şey. Hər şey yox, dostluq elə olmur ki, sizin fərqli Bəs o- düşüncələriniz olur. Prosta ki bir operasyonda 1-2 dənə 3 dənə Amma şey var. Operasyonu. ki- salamlar. Operasyonu. 1-2 3 dənə şey var Adı ki, nədir? sizi sevil. sevilə salamlar. Sevilə salamlar. Sevgül olar. İnşallah Kopenhagendə yaşayır, Danimarkada. O, Kopenhagenə Kopenhagenə salamlar. Sumkam Sumkamı orada axtardan uğratmışdım. Zarafatsız bəlkə o vuruyub. Çantamı orada uğratmışdım. mən. Bəs o türk şeylərinə baxır yoxsa? Yox, baxmır. O başqa heç nə. Nə o nə Rus, nə Azərbaycan, nə türk şeylərinə Rus. baxmır. Ancaq şey, Hindistan.
Hindistan, Hollywood, Bollywood. O bu dünyadan vəbşə çox Bəs uzaq Hind insan. filmlərinə baxmısan? Hə, uşaq vaxtı. Nə, uşaq hansı vaxtı araba olmalı, yaraşır heç Hind filmlərinə? Elə eləyəsən. Sən araba yaraşır tüklərə çuşqa demək. Yox, uşaq vaxtı edilməli şeylər eləməyib. Yox, 15 yaşından sonra başın buraxıb. Zita və Gitadan ötürü ölürsən, 100%. Ölmürəm amma baxmışam. Baxmısan. hə. Yes. El klona baxmısan bəs? Klon serialı, Hə, hə. kaçda baxmışam. Tərbiyəsizsən çünki ona görə. Bəs Səhrada məhəbbətə baxmısan? Aynesdən gedirdi. Səhrada Andres məhəbbət? Bustamante. Yox, ona baxmamışam. Doktor A, tapa bilmirəm, ona baxan Mən də. ikinci adam tapa bilmirəm. Sən baxmısan? Doğrudan baxmışam. Ha de bəs. Klon serial qəşəng serialdır. Zor serialdır. Zor. Bu arada onu Zor təzədən serialdır. çəkiblər. Mən ha. doğrudan. Uşaq vaxtı ilk Yox, başqa aktyorlarla. Klon pusu. Doğrudan. Mən ölürdüm Harry Hadedən Potterin ötürü. serialını O çəkiblər. oynayır da belə. Bilmirəm siz Hə, Harry hə, Potter'ı hə, böyümüsünüz hə, yoxsa Mən yox? Harry Potter'ın 4 Böyüməmişik amma baxmışıq. Baxmısınız? Mən də Harry 3-də Potter serialını qaldım. çəkirlər, Baxmaq hə. istəyirəm, özüm maraqlı idi. Zordur Harry, qardaş. Harry. Hansısa tətilvə sal, soyuq tətilvə Hə, bax. elə Zor. yeni illə Baxacam, baxacam. Hətta səbkinin böyük ehtimal ki, ilk 4-ü çox uşaqcadır. Ha, biraz Amma daha Harry da. Potter'ın. Daha Daha Yox, şey qəşəng ağlayır da, idi. və Prosta yadımdan zırıldayır. çıxdı. Bəs Twilight-a baxmısan? Hə, baxmışam. Toy sordu. Onda qulaq as, sən Justin Bieber'ın fanatı olmusan. Yox, olmamışam. Kimlərinsə fanatı olmusan? Twilight-dakı vampir. Yalan demə. Dima Bilan fanat olmuşam. Dima Bilan. Petuq. Putin, sən adın Putin xanımdır şey. Dima Bilan. Dima Dedi Bilan, bir də hə. Dima Bilan de. Dima Bilan. Konsept gələndə getdin konsertdən. Yox, atam qoymadı. Elə travma 1. Elə oradan qalır travmalar. Nə vuracaqdın? Heç nə. Onda 2 dənə kəkə. Sonra uşaq vaxtı Michael Jackson fanat olmuşam. Doğrudan. Ay Michael Jackson fanatı olunur amma Michael Jackson Ha. pis deyil. Amma məsələn Justin Bieber olsaydın sən Yox, olmamışam Justin Bieber qısnayacaqdıq. fanatı. qəşəng qıslama. Dima Bilan. Özüm Dima Azərbaycanda Bilan dedim ki, fanatı bəs şey olsun. Sən ona görə bəlkə nifrət edirsən kişilərə. Niyə? Atası icazə verməyib deyə. Mən kişilərə nifrət eləmirəm, valla doğrudan deyirəm. Yaxşı da gir. Yalan Elə danışma. deyirəm, insanları mən sevmirəm. insanları- Əlində olsa Mən insanları bizim ağzımızı sevmirəm. vurarsan. Yox, onsuz da. Bəs Padruqanla Ona görə. oturanda bir kafedə oturmusan o ən yaxşı dostunla, Sevilən. sevilən. Zarafatsız Belə gün hər şey eləyirsiniz. adıdır. Üzünə baxaraq birilərinə deyirsiniz ki, buna bu vərəndir, bu falan şey. Belə eləyirsiniz hə? Nə dedin, eşitmədim. Deyirəm Padruqanla oturanda hardasa belə Yox. yoldan keçənlərə baxıb təxmin Aygülün edirsiniz ki, bu kişiləri- belədir, bu Hə, belədir. hə. Sevmirəm şey yanlış dedi, düzdür yəni. Çünki storylərdə də ən son Düzdür, hə. Cins Yəni, ayırmadan Cins sallayırdı. ayırmadan biraz nifrət var səndə. İnsan nifrətidir. cinsə baxmırdı yəni, vururdu. Şəbnəm Tovuzlu ilə olan Mənim söhbətin heç kimlə haqqında problemim yoxdur. bilirik. Mən prosta kimsə mahnı oxuyur, Aha. ona söz bildirirəm. Kimsə kitab yazır, oxuyub, yəni kitabı alıram öz puluma, oxuyuram, öz fikrimi bildirirəm. Mən kritika eləyirəm də. Bu mənim Sən Yes, haqqım şey deyim. Elxan bizə də Yalçınla bağlı prosta- nəsə demişdin. Nə? yes, Sonra nəsə olmuşdu ondan bağlı. Nəsə Hə. kim demişdi? Hə, Heç Elxan Yalçın özü deməmişdi. psixoloq. Hansısa ki, hə, kimsə psixoloq demiş. Hə, bir ara Amma ondan da Elxan Yalçın cırışırdı. oxumusunuz. Hə, nəyə? Elxan Yalçın oxumusunuz heç. Mən bir dəfə oxumuşam yəni. Mən də Yarıya- yarıya- yarıya Düzün qədər. deyilən, Mən də təsadüfən bir Çox kinosunu yəni. oxumuşam. Elxan Şu da Yalçın, yəni. hə. Amma yəni şey olaraq yox. Ancaq seks meks Hə, yalaşmaq. seks meksə görə demirəm. Ümumiyyətlə yəni Seks mix təsvirlər olsun, falan çox normal qəşəng bir deyil. şeydir. Amma Ani ki bir o seks deyil də, meks yəni girir də. Yəni yersiz, durduq yersiz yerə, bir şeydir. durduq yerə Kalgovka zad cırır Aa. kitabın arxasında. Belə bu qədər. Elxan Yalçın haqqında. Hə, yəni sözüm odur ki, Elxan Yalçın Mecnunnarodni yazar deyil. Pasa deyil. Çingiz Abdullayev Mecnunnarodunda. Mecdan Pisati. Çingiz Abdullayev xoşlayırsan bəs? Only you nə am? Bu mənə görə Çingiz Abdullayev sevmək. Pis deyil, pis deyil. Mütailə verilişi sektor hərəkəti. gəldi yenə. Pis deyil, amma yəni wow deyil də. Mənim üçün bu mənim Deyil, əlbəttə ki, wow Hə, deyil. Deyil. Mən Bəs oxumamışam. kim deyə wow-dur? düşünürəm. Wow-du, uladım wow-du. Wow Dostoyevskidir. Aa, Qəşəng. sıx bayra. No, Onda bir dənə donut. Oradan No buradan. dedik də oradan buradan. Amma bir dənə donut. Çay yeyirsən. içdi. Dostoyevski hansı əsərini sevirsən? Ən sevdiyim Bratik Karamazova. Karamazov qardaşları. Yox, bildim. Götür Rus buradan. dilini çox az bilirəm, çox. Karamazov qardaşları mən Görmə, yemirəm. hansı donut Karamazov götürəsən. qardaşları Xoşlamır da, stereotip. istəmir. Valla yemirəm mən yeməyəcəm. Ay, Niyə? niyə dirəmsən? Vallahi Niyə yeməyəcəm. yemirsən? Tərlan o Öz aldığımız dadlıdır. Bayaq. Yeyin baxın da dadlıdır. Mən keçən dəfə yemişəm. Oradan Hə. çay gəlsin yeyək də qoy. Mən şokoladsızını Bu yemişdim. ponçikin üstünə şokolad töküblər, yəni. Sən niyə elə seksi yedin onu? Mənlə sən. Yox, Mənlə sən. Aygül Ha? onu niyə elə seksi yedin? Ha, onu bu Bəs ala da. Çay gəlsin götürəcəm qoy. Siz başqa kitab oxuyursunuz? Kitab aranız var? Mən oxuyuram. Ədəbiyyatla. Oxuyurlar ha. Nə oxuyursan sən məsələn? oxuyanlar. Mən məsələn daha çox İran ədəbiyyatını bəyənirəm. Yaxşı da. Hə, hə. Doğrudan deyirəm. İranda qəşəng dediyim İranda qəşənglər olur. İranda Qəşəng şeylər olur. İran İran- kinoları mən sevirəm, amma ədəbiyyatı bilmirəm. hə, İran ədəbiyyatı ümumiyyətlə həm Mərfərani. bizim mədəniyyətə çox yaxındır. Jovi, Həm də gəlib orada kimsə. çox- Moray. Unikal Unikal sevirim. sevirəm. Orada çox unikal belə hekayələr, kədərli hekayələr olur. Hansı əsər misal üçün? Məsələn, Xalid Pərdə Hüseyn Mani. trilogiyası. Aa, O özü qadınlar bekara orlar şeydir. haqqındadır. Xalid Hüseyn. Bekar Xalid şeydir. Hüseynin. Hüseyn. Yox, amma trilogiyası qəşəngdir Fərid.
Qardaş, mən ilk oxuduğum kitablardan biri idi. Baxdım ki, çox şey idi. Min möhtəşəm günəş çox qəşəng kitabdır. Hə, onu deyirəm. O İran deyil axı. İran ədəbiyyatı O sahəsi. Əfqanistanlıdır. Əfqanistanlı da, Əfqanistanlı Əfqanistan da. ədəbiyyatı deyə bir şey var. Əfqanistandan da Taliban İran ola bürcü. bilər. Biz Amerikada yaşayırıq, həkim Yaşayır olub da, orada. o atası Migrant diplomat Səhv olub, şey nə deyim, olub. ilk kitaba başlayanlar üçün zordur. Belə mən Hə, gözəldir. Sonra Çakaran da ağacın uşaqları. Çox üzr istəyirəm. Bir dənə sual verəcəm. O kitabı oxusan, sən podpisk olacaqsan. Oy, zarafatsız min möhtəşəm günəş oxumusan? Oxumuşam mən. Hə, qəşəng kitabdır. Heç nə, bir dənə kitab qədər. şey Onun deyirsən. kitabını oxumuşam mən. Doğrudan? Hə, gözəldir. Dino Busatin Tatar çölünü oxumusan? Yox, oxumamışam. Çox Get gözəl oxu əsər. onda. Gözəl Vallahi çox əsərdir. gözəl Gözəl əsərdir. əsərdir. Çox gözəl əsərdir. Bəs o Oxumusan nədir onu? Aygün? Nədir? Mən tuta bilmirəm. Ha, yəni. güzgü Ha, deyil, yumruq məncə. güdür. Güzgüdür məncə. Onda bir dənə özünü tazələ də, məsələn, makiyajını tazələ də. Çək də yana çək. Bəs bir dənə də sual verim sənə tazəliyə. Niyə taz eləsən? O yaxşı Ha. görünmək məcburiyyətində deyil. Hə. Aylıq nə qədər xərcin çıxır və Nəyə? makiyaj Hə. şeylərinə. Və sənin üçün ən olmaz dediyin şey budur da. Yəni bundan o tərəfəsi yoxdur, bu möhtəşəmdir. Yəni mənə görə bir qadında onu gözəl göstərən şey liner olsa, bir də pomada olsa bəs eləyir. Məndə elə şeylər yoxdur. Mən məsələn, mənə görə də çox makiyaj belədir. qəşəng görünür. Mən çox makiyaj eləməyi sevmirəm. Elə olur ki, vaşaq eləmirəm. Saçımı yığıb çıxıram çölə. Hə, təbii Şu görünür. bomş kimi gəzirəm. Demək olar ki, çox vaxt Bəs halqa sırğa taxırsan? yox taxmıram. Fərd yaxşı da. Nə? Fərdin halqa sırğa fetişi var. Mən Hə, halqa belə sırğa yumru taxıram. sırğa. Taxıram yayda, Doğru. yayda taxıram. Yayda Əlim yayda şokolad çağırarsa yenə gələrəm. Elə Ölürəm. şəkillər çəkib qoyarsan storyyə, Fərid Ölürəm. eləyər. Patpix olar. Niyə iminli yayda İki iminli, taxırsan ki? iki Hava iminli. işdəsin deyə. nə? Çox iyi. Deyirəm niyə iminli yayda taxırsan Yay ki? sırğalarında o. Doğrudan. Hə, qışda yeri yoxdur onun. Qışda Yox, yox, tərpənib yox, külək yox, vurur yox. belə olur. Yox, küləyə görə yox. Bir məsəl letni sırğa kimi gəlir mənə. Yayda qışda belə şeylər. Bəs Letni. 90-larda zətdə qadınların paltarında buralarda maçalkalar olurdu. Görmüsən belə dik dururdu paltarları. Görməyib. Pencəklərdə falan. Hı? Pencəklərdə falan hə görmüşəm. Xoşdursan onu? Yox, mən elə eləmirəm. Bilmədim, sual nə bilim. Sən görməyəcəyini düşündün. Yo, əksinə məsələn. Kameranın qabağına keçsə vuraram az. Adasa gəlin də dərsi. Sağ olun, çox sağ olun. Elə səninkin səhv verdi. Mən maşalka taxmıram. Tərbiyəsizsən qardaş, tərbiyəsizsən. Taxmıram da, yəni nə deyim? Tərbiyəsiz. Lifçimin linki paylaşan adamam. Vay, tərbiyəsiz. Sən lifçikimi dəyişib Dəyişim gəlirəm. kəlmə. O lifsiz var səndə, xoşuma gəlir. Çox sağ ol. Çox makiyaj malzəməsi var. Çox makiyaj eləmək istəyirəm, prosta elə bilmirəm. Əlimdən Elə gəlmir. çox şey var. Onun üçün bir təlim də lazımdır ki, Hə, yəni mən bir yox, gün qızlar var ki, mən eləyir. sabah Bəs durub səncə bu qadın kapitalizmin olsam oyunudur? və makiyaj eləməyə başlamalı Feminizmin olsam, oyunları. çox yol qət eləməliyəm. Çox şey var. Yox, qızlar var ki, məsələn, heç çölə çıxmayacaq. Axşam Heç oturur, vaxt. makiyaj eləyir üzünə. Qızlar da var ki, kamerada. Ləzzət eləyir ona. Ləzzət eləyir. Şəkil çəkdirir falan. Makiyaj eləyir, elə bil ki, ona terapiya Hə, kimidir də. Başa görmüşəm düşdün? mən Məndə elə elə bir şey yoxdur. Mən belə üzümə belə yalandan çəkirəm ki, biraz adam oxşuyum, çıxıram. Yox, təbiilik zordur. Təbiilik zordur. sultanlıqdır. Sənin də neçə yaşın var? 32 yaşın var idi. 32 göstərmir. Dəyindən belə nə əvəz Göstərmir, hə. Həqiqətən Göstərmir. göstərmir. hə. Çox sağ olun. 25 Əli də falan, biraz belə, 25 ay. falan göstərir. Məncə mən 25 Ay. verərdim. Çocuklar. Yox, o mənada demirəm, doğrudan. Yəni 25-27. hə, 25, 26, 27 belə maksimum. Mənim qrup yoldaşım da elə bir. Sən də 22-dən o tərəfə keçmirsən də kişi kimi. 24 da ay bəzi. Araz Hə. Abdullayev. 24. Böyük Bəzi mən 22. Hə, 24 düzü. Mən də bayaqlarım qaldım ki, belə sən yenə 20. Al dəli sən onsuz da o 24 olduğunu biləndə yenə əsəb. Alay 4 ildə 24 olacaq. 22-dən yaxşı. Qardaş, bax Tural uca 30-a gəldi. Sevindim ki, üstə bitdi bu tema. 30 Hə. oldu. Bu da oğlu nə vaxt baxıram 22, 23. Amma 30-dan sonra takib eləmirəm mən. Məsələn, bəzi takibi 33-dümü, dəyiş 39. takibi. 30-dan sonra İzləmirəm. artıq Heç kim izləmirəm. adam özü də izləmir, Hə, tərlan. hə. Ki hə bəzi 30 plusdur məsəl üçün. Sən demə elə. 30 yaşdan Yəni nə nə izləmirsiniz? Yəni 30-a Neçə yaş qədər var? insanların neçə Sopran yaşı olduğunu 88 mənə maraqlı Hə, olur. 30 yaşdan 30-dan sonra vəbşə özdə ad günündə keçirmək istəmirsən. Doğrudan. 30 yaş necə Sən ad gününə vaxtın. Sentyabrın 16-sı. Oo, mənində də. Nə qəribə ad günüdür. Doğrudan? Bunun haqqında danışaq da. Deyiləsində. Hə. Sentyabrın 16-sı ad günü olan biri. Yalan danışırsan, sən də X-də ağıncındır. Cındır. Kişi də cındır kişidir. Allah belə oldu. Allah kahretsin. Ay bələt. Qız burcu deyərdin də onda. Mən bu deyəm axı. Səhərdən nəsə soxmaq istəyirəm, soxamıyorum. Elə xoşa məktəbdə gələcək. keçirirdin ad gününü. Necə? Məktəbdə ad gününü keçirirdin. Hə, şokolad aparırdı, paylayırdı. Rusiyada. Doğrudan. Ay yox sözə getmirdim. Burada. Rusiyada məktəbə getməyib baxın. Burada. Burada eləyirdin onu. Hı. Bəs məktəbin Burada, ilk günü olurdu amma bu sənin ad günün arada qaynayırdı.
Zarafat nə pis. Yo, o vaxt Pis 5 idi şey. məncə məktəbin. Sentyabrın 1-i başlayırdı. Hə, o vaxt elə Ay, idi. O vaxt biri zarafat. başlayırdı. Hə, palı dağıtdı. Ola bu Avea deyə. Zarafatsız. Azər online sonrası. Hə, belə bu qədər. Bəs sən bəzən neçə yaşında başlamısan? Bəs sən əgər ayın 1-i başlamısansa, səni söyəcəm. Sən kimsən ayın 1-i? Zarafatsız. Mən o qədər əsəbləşdirəm. Hə, mən də çox əsəbləşdirəm. Maşın zat şey olanda Hə, deyir hə. ki, sağı buraxsa, çox dəli eləyir. Sən ayın 15-i başlamalısan. Yo, O özdə çağ öyrətimdə. İndi yenə birindən başlayır da deyəsən. Yo, yo. Yo, İndi yo. amma Ay, iyunun indi 15-nə. Hə, iyunun O qədər mənasız idi ki, amma o iyunun 15-nə kimi. Onsuz da may ayının, onsuz da aprelin 15-dən sonra hava isinir deyə yerində dayana bilmirsən. İyunun 15-nə kimi vəbşi dincəlirsən. Elə bir tətil müddətini uzatdılar. Nə olmaq istəyərdin? müəllim olmaq Mən istəmirəm də səni. çox qəşəng müəllim olardım. Çox qəşəng. Zor müəllim olardım. Qəşəng Özdə riyaziyyat, ilk qəşəng tarix müəllimi qardaş olardı. ibtidai sinif müəllimi. Ya, ibtidai- 4 ilə bir sənin nə sinif çıxardardı Uşaqları o oradan. qədər sevmirəm. Sən qəşəng tarix müəllimi olardın. Onda yaxşı Uşaqlara- pişiklər üçün təlim Mən tədris. heyvanları da o qədər sevmirəm, xoşlamıram heyvanları. Nekrofillər üçün Oynamaq. təlim tədris. Sən nifrət dolusan. Bir dənə dayan. Ya, Sən doğrudur. oturdun. Bu Sabah diqqətli- neyniyəsən? Sabah bazar günü neyniyəsən? Sabah evdə oturacağam, serialımı Sabah baxacağam. getdi. Yaxşı. Aferin, Birinci gün aferin. neyniyəsən? Bəlkə boksa da gedəsən. bir həftəlik. Dayan. Birinci gün gedirəm. Birinci gün. Bahara bax. Kişi kimi işləyir. Zarafatsız. Bu 2 nəyə orada oturur? Zarfasan heç kim oturmur. Sənəndə Sonra dincəlirsən. Hə, gözəl qızışmışdı. Hə, kimi, zarafatsız. hə. Sıçdı içinə. Mənim nickname-im uşaq vaxtı Bayquş idi. Çünki tək takılırdım. Mamam nə qoymuşdu Takılmaq nickname-i iki. mənə. Nəsə duq səsi gəldi. Takılmaq sözünü istifadə edirəm. Zəki idi o. Oka bas bir dənə oradan. OKB. Kan. Səndə yaş getmədi. Səndə yavaşda getdi. Hə, Akka. devam. Elə bir qonaq var ki, arzunuzdur ki, Qalar gəlsin. içində. Gəlsin. Sən idin o, gəldin. Sizin verişiniz. Yox, oradan Həqiqətən deyirəm. uzun müddət sən idin. Uzun Yox, müddətdir indi sən bir arzuluydun. arzunuz var ki, məsələn, nə bilim. Var, Məndə Kəs- var. kəs- Semicenk. Kim? Semicenk. O kimdir? Türk müğənnisi. Məndə Çox deyim favorit. Elgiz. Elgiz Məndə də Elgiz. Elgizi istəyirik biz. Elgiz Görsən? istəyirsən. Fərqi görsən. Hmm, Mən Pisdir, Türkiyədən yəni pis sənətçi olar Elgiz. istəyirəm. bilmirəm. Qadın olaraq da Nigar Zaman. Nigar Camal ola bilər. Nəyə güldün? Düzə Hə, nəyə güldün? Elə belə prosta yəni Sən bilirsən nəsə. Fərqi- Yaman. tərbiyəsiz də, tərbiyəsiz. Hə, İsmail sual Soruşmayacağam da vermişdi. niyə? Sabah rutinin dedin, nə dedin? Yo, heç nə ilə məşğul olmurmuş ki, yəni heç nəyə maraqlı deyil. Sən orada Neynirsən bəs bir işləyirsən, həftə nə- nə nədirsən? necə? Yəqin ki, yatmaqla aran zordur. Mən 9-10 saat yatıram. Bax sabah yatırıb bütün gün. Yatmağı sevirəm. Birinci gün Ləzzət neyniyəsən? edir mənə yatmaq. Birinci gün, ikinci gün gedirəm Budapeştə, birinci gün gedəcəm salona, Allah, qadın gözəl. işlərimi həll eləyəcəm. Qaşlarımı aldıracağam. nə bilim Sonra mən. açdı bir də ki, məsəl geydirdi, atıram, pul da qazanmaq Yüngül var lazımdır. kiməsə qeyd Aktiv qalmaq lazımdır yəni. Yox, sosial mediada. orada mən pul qazanmıram axı, aktiv. Sən oradan pul qazanırsan. Qazanıram onlayn pul, influencer kimi, amma ki o söz atmaq o mən prosta Ümumiyyətlə aktiv qalmaq üçün yəni Şəbnəm Azada Tema tapmaq üçün mənim üçün problem deyil. Yəni Oradan temalar məni tapar özü. Didik də oradan buradan. Çima Bilan. Dima. Dima. Gündəlik rutinin nə oldu? Ancaq yatmaq. Afa, ona görə qızsan sən. Gündəlik rutinim. Dururam yuxudan, idmanıma gedirəm həftə 3 dəfə. Fitness. Da cimə gedirəm. Parkda gəzirəm. Seriallarıma baxıram, kitab oxuyuram, videolar Sən, çəkirəm. sən avarasan. Mən bilirəm ki, cəmaət elə bilir ki, mən çox belə maraqlı həyat yaşayıram. Amma o Koç deyil. ye. Amma o deyil. Vallahi mən çox mənasız, Sən bir şey deyim maraqsız həyat Agil. yaşayıram. Sən əlindən interneti alsa, Mhm. sən çürüyəcəksən. Yox, Zarafat edirəm, çürümərəm. yox. Sən özündən Mən özümdən fırlana çox gözəl bilərsən, vaxt hə. keçirirəm, hə. Sən Tarkovskisən konkret. Yox, Tarkovski deyirəm. Tarkovski də cındır olub, by the way, amma ki Kişi olub Tarkovski yaxşı adam olmayıb Bir də o Ya şokoladdan başqa verirəm. da şey. həyatda. Kinolar okey, Kino, ha. amma Kinona baxmısan? hə, baxmışam. Axıra qədər. Hamısına baxmışam. Sən baxmısan? Mən- Zerkalaya baxmısan? Конечно. Zerkalo. Zerkalo. dedim ki, həyatda. Zerkalo. Sən baxmamısan? Yox, ikisine baxmışam. Bəyənmədin? Mən şeydir, xitab eləmir o Mən şey. lağ elədim. Bəs Dedim, yaxşı, Zerkalaya ən baxdım, sevdiyin dedi, bir Zerkalo. dənə xəta qal. Ən sevdiyin rejissor hansıdır? Tarkovski, Ən sevdiyin rejissor hansıdır? Nolan. Tarantino. Nolan və şey, ha Tarantino. Nolan cavabı verənlərə bəs əsəbləşirsən. Tuşqa kimi baxırsan onlara da. Kimə? Ən sevdiyi rejissor Nolan olanlar. sualına Nolan deyənlər. Nolan Yo, başqa deyil, prosta mainstreamdir də. Elə Məndə bilirəm ki, hə, o Tarantino. Nolan, elə bilirəm ki, Nolan cavabını deyən insan çox kinoya baxmayıb. Bir şey deyim. Hə, Taste of Cherry-yə baxmısan? hə baxmışam. Kiarostami'nin kinosu. Kiarostami. Ha bu qız
Zarafat sən sabah. Sən ləzzət elə. Sən də sevirəm sabahda İran şeymişsən. Sən nə yaxşı qız imiş. Hə, zarafat. Mən sevirəm İran kinolarını. Məni izləsəydiniz bilərdiniz ki, mən özümə tez-tez paylaşıram İran kinolarını. Bəyəndiklərimi paylaşıram, bir list falan hazırlayıram. Nə Kiarostami nəsə qeyd edirsən. Sən profilvə Yox. şeyə görə girirəm arada. Nəsə münaqişəm olanda girirəm ki, Ha. girim görüm kimə nə demisən. Bəs Sonra şeydir, çıxıram. Farsdanın 80 City'sini izləmisən? Hə? Şobəşi. 80 şəhri Əyşən işrət. şəhri Cima. Mən bilmirəm, bu nədir? Şəhri Cima. Temadan uzağam, özümü pis edirəm. İranda o qədər olmaq istəyirəm. Niyə ki? A, İran çox ucuzdur, dostlar bilirsiniz Çox də. qəşəngdir. Ora bilirsən Düşə sən. bilmə Tehran, dəyər. İsfahan, çox qəşəng şəhərlər. Pizza zat o qədər ucuzdur. Dostum Ucuz yemək. yemək. Hər şey Şəhərlərin ucuzdur. Yəni özləri genel olaraq hər şey qəşəngdir. ucuzdur. Şəhərlərin özləri Şiraz qəşəngdir. şəhərinin şəkilləri çıxır qabağıma. Ayso, Ay necə İsfahan. Orada nə möhtəşəm. qonaq. Tehran çox qəşəngdir. Çox qəşəngdir, dəhşət qəşəngdir. Özbəkistan da Prosto qəşəngdir. niyə gedə bilmirəm? Neçə Olmuşam. dəfə istəmişəm Olmamışam amma getmək. getmək istəyirəm. Neçə dəfə istəmişəm getmək. Prosto mən Avropaya daha çox ümumiyyətlə də qərb ölkələrindən Heç Avropada daha çox gedəmirsən axı. bilirəm ya. Yəni ora Olmamısan Avropa ölkələrində Olmamışam, vəbşə. yox. İnşallah Buraxmırlar olarsan. bunu. çox sağ ol. Prosto peçə İran peçəsi dəysə Peçə, də bilirəm İran ki, elə milyon peçədir. baxanda deyəcəklər ki, Baxanda dincəlirsən. Yer ged o yana. öz onlar Ay yer gez buradan, gəl mənim qəribə canıma. hərfləri ilə zadı ilə belə. Ya amma çox baxmırlar istəyərdim elə ki- şeyə. Baxmırlar. Qarış məncə baxırlar. Baxmırlar. Məncə baxmırlar. Məncə Amerika zad baxır. Əsən hansı gün və danışsan? Sən get birinci vizanı qurtar, sonra gəlib nəsə komment bildirərsən. Latviya səfiri bax görsən, sən vicdansızlığa Dilinə- görə dilinə salmı. bunların dilinə salmısan. Bəs nəçə məni. getməmisən bu yaşa qədər? Latviya səfiri mənim vizamı vermədi çünki. Yox. Pulumuz yox idi. Kişidir o da, o bax görsən pis Çünki kişidir. 27 yaşına vermədi? qədər Valla bütün sənədçilərim qaydasındaydı. Bilmirəm niyəsə kvota mı dolmuşdu, nə olmuşdusa vermədilər mənim. Kvota. Nə vaxt rədd cavab aldın? Mayda. Okay, ucu yenə apply elədi. Yenə apply edəcəm oldunuz də. korporativ yoldaş Bu oldunuz. savadlı qızdır, ona görə ondan biz söhbət Sən edə çox bilmirik. savadlısan mən. Bəs bizə bir də məlumat ver də bilmədiyimiz bir məlumat, belə dəli olaq. Bilmirəm, elə bir şey ağlıma gəlməyəcək. Bizə bir dənə anekdot danış. Çünki bayaqları mən xəttə qaldırdı. 100% anekdotda bilir. Zarafat var ağlında Valla elə. mən anekdot tapbaca deyən insanlara cringe kimi Tapbaca. Sən nə edirsən Tapbaca bəs dedi. gün ərzində? Bəs yaxşı Füzuli ləhcəsindən bir şey denə bizə. Masa, nə bilim, belə danışılır. Masayı Verdin Medved. ma onu. Maşa da, maşa. Masa. Başqa nə Gedəcəm, gələcəm. Yazdıracağam. Ayaqqabı. Əqqabı. Açdım, Tüyux. açdım bir dənə, çıxdı bir dənə. Şokolad. Əlimir. Düz deyil, ola bilər əslində, düz cavab verdi. Düzdür, düzdür. O yanı taxta, bu yanı taxta. O var idi. Fındığın tapmacası nə idi? Ucu dedin. Afındığın fındığın. Ayağın taxta, bir yan taxta içində Fındıq. sarı taxta. Yox, tapmacanı bir də Tapbaca nədir? Bəs də tapmaca da. tapmaca. Afındığın Tapmaca, fındığın. tapmaca, Nə tapmaca və anekdotu daha çox belə 40-50 plus generation deyir. Hmm. Hə, Məncə. sən amma bu Daha arada yaşlı nəsillər tapmaca deyir, yox. Məncə Mənim atam məsələn, mənim atam həmişə anekdot danışırdı bizə. Dəxlisi. Yox, Bizdə elə bir anekdotu 300 dəfə danışırdı. Biz də gülürdü. Heç olmasa birincidə gülürdü. WhatsApp prikol. Yox. Hadi baba, hadi. Tərlan onda gözəl bir mövzudan aç. Gözəl bir danışaq. mövzu. Ya da kitabdan aç, Hə, məlumat deyim, sat. gözəl bir mövzu deyim. Nənə. Belə yazmışam özə başlıq. Porsiyon dönər. Porsiyon dönər yemisiniz heç həyatınızda. Mən Porsiya məsələn, denəndə. Porsiya dönər. Porsche. Necə porsiyon dönür? Yəni ki, qabda dönər. Qabıda dönər. Çörək Yəni, biri arası var yox çörək da. arasındakı dönər. Bir də var ki, o düyü Əti olur. zadı üstünə qaba tökülür. Dönər, yanına pomidor xiyarı O falan. dönər olur. olmur onda axı. Yox, o da dönərdir. Dönərdir də. Dönər çörək Toyuq olur, pilav lavaş da olur. Şey Yox, yox da gözləmə, açıq da dönməyən olur. zat zarafat eləyir. Açıq da olur, qabda da olur. Dönər orada dönəndir onsuz. Hı. Oradan Yəni o gələn hər kəsib- məhsul hə, dönər. Onu kəsib qaba da qoyanda qoysan yəni dönər dönər demək gedir. olar ona. Okay. Onda o Problem durandır. Mhm. Heç yemisiniz. Mən məsələn heç vaxt yeməmişəm və heç vaxt da yemək niyyətim yoxdur və Mən mən yemişəm, düz eləyirsən, heç vaxt yemə. Heç Hə, hə. şey eləməsən, Mən- şap şap şap. menyuda onu görəndə əsəbləşirəm ki, Mən də hə. porsiyon dönərə keçən dəfə girmişəm abeddə yemək zakaz eləməyə də. Görürəm ki, nahar menüsü var. Porsiyon Porsa. dönər üstə gəlib mərci. Porsa Porsiyon neftçi. dönər nədir? Normal dönəri ver, yeyim də yəni. Düz deyirsən, gözəl şikayət idi, amma bu mövzu deyil idi. Mövzu deyil də. Hmm. Bu sən şəxsi Prosta gündəlik istədim porsiyon gözləmə. Hə, dönərdən. düz elədin. danışım. Yemə, davam Amma edə. Azərbaycanda bunu demək istəyirəm bu arada. Azərbaycanlı restoranlara Həmvətən. şikayət olaraq Mhm. İskəndər adı altında Yes. yalandan özdə qiymətini də yalandan yenə süni cüplüyürlər. şişirdilmiş. Hə, ki İskəndər baha olur deyə bunlar da baha. İskəndər baha olmağının səbəbi var. Onun bişirilmə üsuludur, nə bilim Yağıdır. də, yağıdır, çörəyidir filan. O ona görə baha olur. Yoxsa siz elə belə yalandan az qala zavod çörəyinin altına doğrayıb üstünə ət, Qatıq. hə, ət qatıq. O yalandan 25 manata satmağınızın adı yoxdur. Bir də həmin onu satan kişilərə pis sözdən edəm. Demirəm, mən yemirəm dönər onsuz da. Onun xəttində Not my deyirəm, problem. nə olacaq ki? Not Bax my gəlmisən problem. oturmusan da. Not my problem. Bəs sən nəsə piraşki sevirsən bəs? Ölürsən. Sədərədə satılan.
Ölürsən Sədərəkdə pirajka satılan. nəticədə. O Mən o 50 gün qəpiklik pirajki. Nə deyim? Ya, mən amma zarafat mən sevirəm pirajka. O gün Fəridin pirajka yedik. Yox, ancaq sədərəkdə. Pirajkini Sədərəkdə. sevmək, o niyə sədərəkdə satılan? Çox qəşəngdir. Nəyə Yersən qəşəng? orada. Ay, Sən sağ guilty deyil, pleasure-ında. Qəşəng zat Bakıda. Elə yerlərə aparan ki, pirajka yerlərdə. Yəni bu romantikanı yığışdıraq da. Bilmirəm, Savaqçı. yox sədərəkdə olan. O yağı az qal mənim maşından. Bilirəm, töküb də elə onun bişirirlər. dadı odur. O yarım İldə bir dadı. dəfə gedirsən sədərəyə, onu yeyirsən də. Sən sədərəkdən geyinirsən? Sədərəkdən indi yox, amma Bə nə gəlirsən Amma sədərə? geyinir də, hə. Bə nə Geyinirəm, gəlirsən məsələn. sədərə? Pirajka yeməyə gəlirsən. yox, məsələn axırda getmişdim yeni şeylər almağa. Çünki elə bir dənə şey var idi, Şəhla Qarayeva var idi. O yazmışdı, deyir bir dəfə qonşu ilə kimsə dalaşırdı, qayıtıb söyüş olaraq deyir ki, nə deyirsən, o sədərəkdən geyinən belə bir söyüşdə yeyir. Bu qədər. Şəhla Qarayeva. Şəhla Qarayevaya salamlar. İzləyir ha bizi, maması da izləyir. Mamasına Ay da maması şeydir. Aygül neçə sevgilin olub? Çox şəxsi deyilsə. Ümumi yoxsa Ümumi. Son bir həftədə. Hə daha doğrusu Bilmirəm. 9-cu sinifdən bu tərəfə deyim. Yox, bax mənim nə məktəbdə, nə Oradan məktəbdə, buradan nə də universitetdə sevgilim olmayıb. Sonradan olub. 25 plus. Hə. 25 yaşına qədər mən heç bir Bəs onunla səncə- date Bəs 25-dən Date bu yana almamışam. neçədən olub təxminən? 3 dənə. 3 dənə. Bəs Amma səncə çox əsl geniş kişi bir- necə olmalıdır? Təcrübə var imiş kimi şeyirsən ki, məsələn düzgün adam çıxmır zad. 3 dənə olub, yox. Və bu 3 dənə toplam məsələn hərəsi 3 aydan aşağı Aa, olur. üç aydan Harda aşağı tanışdın? olmuyor. Facebookda. Yox, yox. Odnoklassnik. Həyatda. Bəs səni yaralayan olubdu, Yox, yaralayan mən bir mən kişi çox olub. sevməmişəm heç bir kişini. Aşiq olmamışam heç vaxt bu yaşa qədər. Sevgi yalandır, yalan. Yox, demirəm yalandır, bu prosta mən olmamışam da, yəni. Amma ola bilərsən Ola də bilərəm, why bilmirsən. not? Yes. Schopenhauer'dir. Ancaq gedirsən, amma şey. Bəs ideal kişi sənin üçün necə olmalıdır? İdeal kişi yoxdur. Necə Yaxşı, olmalıdır? yoxdur. Sən yaradırsan Biraz ideal yaxşı, bu- kişi. Rəhbət kişilər nədir olmaz bunu deyə. Ən ideala yaxın yaxşı. Vallahi Sənin Sənin üçün. təsəvvüründəki mən istəmirəm bir indi burada bunu deyəcəm. Simsdə Kimsə bir- mən dediklərimi Hə, İmitasyon. xatırlayacaq, Gözünü sonra boyayacaq. qabağıma çıxacaq, elə özünə aparacaq. Niyə elə eləyim ki? Var da, yəni çox belə wow şeylər istəmirəm. Elə bir Simsdə Adam bir olsun dənə da, prosta sevgili adekvat hazırlayırsan insan. özünə. Ha, dediyimi Hə, eləsin. amma Sims hardan biləcək? İşi gücü olsun. Pul qazansın. Yaxşı yemək bişirsin. Çünki mən yemək maşını bişirməmənlik deyil. Deyil. Yox, mən yemək bişirmirəm. Evi yığışdırıram, qabları yuyum. Füsun, O da hə, yemək də ola bişirirəm. bilər. Bu Ay, zor gələr. amma ha. Yaxşı Şeyə anlaşıldı. gedəsən UFC-yə döyüş. Niyə? Mən yaxşı danışamıram. Mənim danışmağım Bəs adı karate? sözləndir. Yox, mən danışamıram. Mən şiddət göstərə bilmirəm bir insana. Uşaq vaxtı mən həmişə döyürdülər. Yox, valla şey elə bilmirəm. Kişilər Saçı döyürlər götürüb yoxsa? yola bilmirəm belə. Oradan heç elə görüntü Yox, vermirsən ola amma bil, elə elə bilmirəm. Daşı həyatda kimsə mənə deyəndə cavab verə bilmirəm. Elə Yes, məndə Şey- sən sosialda rahat olursan deyə onu eləyirsən. o məndə yox. Monitor arxası. Yox, deyə bilərəm. Deyə bilərəm. Prosta ki, elə bir ki, məsələn cəmaət olur, deyirəm ay ayıbdır, səsimi Eldən qaldırım, ayıb şüvəni tutulan. salım. Belə şeylər Yəni eləmirəm. var sən elə şeylərin. Ayıb sən. Ayıb zad Səndə qanarsan. utanmazlar da var imiş, elə dedin hə? Zarafatsız da elə görüntü verirsən ki, çox Bilirəm, ataman. çox adam elə Hə. deyir, amma elə deyiləm. Bizə danışırıq indi. Şey gözləyirik. Yox, Biz mövzu başlayaq. bitmədi. Personajımız Başlayaq var, gələcək danışmağa. personaj. Çıxanda nə edirsən? Ürəyin nə istəyir? Onu da eləyək. Neyinirsiniz siz arvatsızda? Planınız nədir? 5-ci gün axşam. 5-ci gün yoxsa 6-cı gün? 5 gün 6 gün. Dünən keçirdik biz 5-ci gün axşamı. Okay. Bugün neyinirsiniz? Bu gün mən güneşliyə gedəcəm. Sən nə edirsən 6-cı gün axşam? Mən yəqin podruqam gilə gedəcəm. Sevilgidə. Yox, Sevil Sevil burada Danimarkada deyil. yaşayır. Başqa podruqan var Kopenhagen. sənin? Bir dənə bloger podruqam var. Üzünü göstərmirəm ha. O şey Ha. bildim Yamaç. hansı. Batman'dir. Bildim ha. Az xiyar elə demiş Hansı? Ha. bir videosunda. Necə bunu tanıyırsınız? O rusca danışır çox vaxt. Ona görə də Xeyli tanımıram yəni. Bəs sabah nə edirsən? Sabah ad gündəyəm. Ad günündəsən. Kimin? Tərlan atasının. Rəfiqəmin. Həmin rəfiqə indi. Sən- yetişkin. Mənim çox dostlarım Çox var. dostlarım. Sən prosta sevili çox qabartdın. Çox sevirəm. Ha. Sevil ən yaxınımdır da, yəni çoxdan. Amma o Kopenhagendədir də. Yes. Amma həm də fiziki olaraq. Bəs gəlməyəcək bir də bura. Yox, orada yaşayır. Qovdun ora. Bu zarafatlar sənə şey gəlir, yoxsa? Zarafat eləmirəm, söhbət edirəm də mən. Hara qovdum onu? Niyə qovuram? Söz soruşuram da, nə dedim mən? Qəşəng sıxır ha. Qəşəng sıxır, ha, zor sıxır. Oğlanlar. Yeri var, qəşəng yeri var. Götür də qamçılı da Təzə götür. Qamçıla bizi. Kapstagram olsa da Niyə yeri var. gedir bu şey? Gedir, gedir. Sən Gedir, götür gedir. buradan, hə. Yunus. Köy adamı gözləyirik. Nifsin geyinsin. Arxasız var. Qamçı. Gəl və tax. Çox ağırtmır sənə deyim. Bu elə belə şeylərdir. Amma səsi qəribə. Sən taxtaba oynayır. Zor oldu nə? Kardeşim helikopter. Bizdə də var, ha, tərlan çıxart da. Sənin yoxsa ümumi? Yox. Bizim. Uy, bu nədir? Hardan almışsın bunu? Sən ki, da. Özəl hazır atmışıq.
Balaşdıraq. Ez evdə tikib. Mənki elə belədir. Mənki uşaq. Keçək. Bu elə olmur amma deyirsən. Göy adamı çağıraq, onda başlayaq. 1 2 3. Verilişimizin baş sponsoru Soda sodalarıdır. Soda yeyinti üçün. Verilişimizin o biri baş sponsoru aviases.az. Aviases.az gəzinti üçün. Bu arada aviases.az-da qaynar biletlər var. Elə yeni il tətilində Ay, əlim yandı. isti, ay ilə əlim yandı, hə. İsti alıb qaynar biletlərdən Uça bilər. Qaynar piraşki. Nu dedik də oradan buradan da. Kiçik bizneslərlə bağlı sən də eləyək. Albalı. Laçın balıdır Bəs bu. necə bir namingdir? Qəşəng namingdir. Al balı. Al balı, həm də al Həm balı. al balı. Amma al balı biraz şeydir. Nəysə, Laçında istehsal olunur bu bal. Sənə bir şey deyim amma heç kiçik biznes kimi görünmür, amma nə isə. Ya, Yəni bir kiçik istehsal biznes. bal. kiçik. Hmm, Ya, azı var. istehsal Səhəsə deyəndə baxdım, fabrik ha. istehsal deyil də, yəni. Yəni də bal nə qədər evdə oturub hazırlaya biləcəm Baxmadın şey deyil dadına. də. Necə bax? Baxmamışıq, dedik burada baxarıq. Al buradan ötər baxaq. Burada hər şey burada. Barmağımızı banmaq, nə edək? Ala sən bax denəndə. Zor hər yol tapdın, ləzzət elədin. Bəs digər kiçik biznesə. Digər hansıdır Fərid yenə var? Ya bu nədir? Bu işıq Hə, nədir? Bu bilmirəm, bunu kim göndərib siz deyin də, mən xəbərim yoxdur çox da. Amma bomba şeydir nədir? Bunu Fəridlə Tərlanın iş yoldaşı göndərdi. Orxan Əliyev var o. O biznesin adı nə idi? Hə, gir bax da. Stol üstü. Stol üstü. Tamam, Nəsə də qoyacağam. qoyarıq. Qəşəngdir, Hə, qəşəng bir şey Düzəldib. düzəldi. Bunu Çox bizə sağ ol. özəl Hə, düzəldib, hə, yoxsa Bizə özəldir Hə, bu. bizə özəl. Hətta Təmiz balı tanıyan var. Aygül üçün də nəsə Axşından düzəldib. var. zarafatsız ya, bax bu bir mövzudur Tərlan. Təmiz mövzu. balı Şey var idi, nəsə Necə- suya tökəndə üstdə qalır. Yandırırlar, bax, hə, edirlər, bir yanmır, sürü şey nə var. bilim nə. Göstərim buradan, hardan göstərim? Bu sizcə bu təmiz baldır, baxın. bilmək olmur da, görüntüsü ilə bilmək Amma olur. çox da. axır. Təmiz bal ola Bəlkə bilər. istiyə görədir. O nə demək? Hə. Yəni istidə qalıb. Təmiz deyə bal akışqanlığı- donmur, yoxsa viski idi o, nə idi o? Nəsə donmurdu. Necə olur təmiz bal Tamam, bilmirsiniz? bildik. Dadına da bax. İndi yedə. Dadına da bax. O qədər baxmadı ona. Məsələn, balı normalda belə qaşır. Sən oldun Winnie Pooh. Aha. Bu amma elə olmadı. Bakazuxa. Hoppa. Bu doşap deyə. Mhm. Bal. Bilmirik. Bal kimi. Bilmirik. Prosta Bilmir səndən şey ya. gözlə deyə bir komment verirsən, sən o qədər bal ekspert. Amma Birisi də altına yazsın. And içsin təmiz ballısa zad bilmirəm. Amma Tərlanla bizim damaq zövqümüz o qədər fərqlidir ki. Sizə bu reklama görə pul veriblər? Yo yo yo. Yo, yo, Kiçik kiçik biznesə biznesə. Biz yaxşı kişilərik. Ay, Görsənlər sağ ol. necə reklam edirsiniz. Sınır deyilik. Amma bunu reklam edirik bax belə. Arada Niyə oturam pis mən belə. reklam elədi? İnsafsız. Şey, Bəs de o. Albalı Sən- tövsiyə sən eləyirikmi? Nə bilim, vallah. Nə Sən deyir, eləyirsən, yal biz ya? bilmirik də, dadını bilmirik. Yoxlamaq olar yəni, amma mən təmiz balı tanıya bilmirəm də. Amma belə yəni Tanıya mən bilmədim hansısa- səni. Hmm. Hansısa bir neqativ bir şey oyatmadı. Bəsdir. Bir də mən bir dənə də kiçik bizneslə Buyur. bağlı. Bezdinsə get evə sən. Yo, Kiçik bizneslə bağlı bir şey Sənə prosesor var. deyəcəm. Heç də demirəm. Allah heç də demirəm. Dedim Sıxırsan. dincəlirsən. Bilmirəm kiçik biznes oxşuyur amma Aha. 1700 followerları var da. Mən kitab göndərmişdi keçən dəfə. 4 dənə kitab göndərmişdi şəxsən mənə. Mhm. Yəni biz altı qara bir şey olaraq yox. Həyat davam. Onda sən zəng elə ona təşəkkür et. Yox, mən ona onsa yazdım, təşəkkür elədim. Sadəcə yəqin ki, altı qara pişdən tanıdığı üçün Eşitməyiblər. bunu eləmişdi. Belə bir təşəkkür edirik Nebula Publishing-ə də. Publishing. Çox sağ olun, bizə kitab göndərdiniz. Bu qədər. Bu qədər. Kiçik bizneslər qutardı. Kiçik biznesə dəstək Keçək böyük bizneslərə. Fərid staj yeyirsən? Yox. Və staj Yox, yeyirsən? sağ ol. Sən staj yeyirsən? Yox, Ya da yeyirəm Tərlan, ola bilər. Azam deyə. Yeganə eşşək. Görsən bir qadın olaraq dərhal. Görevini icra edir. Eləyə bilir. Qəşəng. Yox, qaba çəkəcəm. Yaxşı da bildik də qadın olaraq. Bəs sənə ən yaradıcı podxod nə Sənə olubdu? Ən yaradıcı podxod nə olubdu? Demisən ki, olmayıb. 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 Yaşamır. Əziz Bu Allah sən oğlanlar, həyatın yoxdur. Hələ də bir şansınız Sən var. yaşamırsan. Mən çox mənasız həyat edirəm. Bəs belə bir oğlan olubdu ki, Aygül demisən ki, kaş adam olardın. Səndən sevgili olardım. Yox, olmuyor belə. Bəs hansı aktyoru, hansı aktyora baxıb deyirsən ki, of, əsl kişidir bu. Polat Alemdar. Dənə. Ya, nəsə düşündü, nəsə var. Saşa. nəsə var. Vallahi Brigada. Məsələn, DiCaprio, nə bilim. Yox, DiCaprio xoşuma gəlmir. Sarışın oğlanlar xoşuma gəlmir. Arşavin. Arşavin. Şey, qısaca sarışındır o da. Kıvanç Tatlıtuğ. Yox da, sarışındır. Elə bir aktyor yoxdur ki, Yoxdur, mənə deyəsən. gərək ki, məsələ belə Sən connection demirəm bunu, olsun. Elə bir film Bu cümləni elə bu fictional cümləyə uyğun- karakter Az kimi bir düşün. götürü ye. Şeydə Michael Corleone. Michael Corleone da. Hə, Michael Corleone. Okey, Görsən, hə. okey.
Amma Axır ki bir cavab aldıq. Bir Bu cavab dedik də aldıq. oradan Sipariş bu. Yox, bildik də hə. Hə, hə, hə. Al Pacino İmina- demirsən, Michael Corleone deyirsən. Amma Al Pacino'nun özü də cavanlıqda. Sən onda qəşəng şey olub. qəddar kişiləri sevirsən. Yox, Al Pacino yəni vid olaraq. Sima olaraq. Sima olaraq. Amma yenə də qəddar kişiləri sevirsən məncə. Yox, Az da sevmirəm. olsa. Mən Əsl kişi Brigada belə brigada. yumruq Xıyaram. havasına vurmalıdır. Yox, falan. Polat Alemdar. yox sevmirəm. Niyə ki sevmirəm qəddar Qəddar kişiləri? kişiləri Mən sevənlər xiyar olur. yo, tam əksi. Mənim yaxşı oğlanlar xoşuma gəlir. Bəs səncə biz yaxşı oğlanıq yoxsa Mən sizi elə tanımıram axı. necə də tanımıram? Mən sizi ilk Teti dəfə kimi. səni düzdür 2-3 dəfə görmüşəm amma sizi ilk İşte dəfə görürəm. Ümumən necə bir enerji var? Tez-tez Səncə biz danışın. cındırıq yoxsa Mən bilmirəm, bəlkə siz kiminsə üçün cındırsınız. onsuz da hamı kimsə üçün yüz cındır. var. Fırladı. Hə, çox Cavab fərqli. verəndə. Hə yox da, yəni evet Hə, hayır, yes yox mi deyə no mu? bilmərəm axı, mən yalan danışa bilmərəm. Hansı enerjini aldın? Məsələn, ayda deyəsən, məsələn bu vərəndə elə bir enerji Mən- aldın. Yəni də yoxsa- illa ilk görüş də olsa ola bilər Məncə də. aralarında mən ön yarğı kimi də. Ön yarğı Məncə nədir? İkinizdə ən cındır vibe verəm budur. Niyə? Bir dəfə on bas. Dostlar, dərhal girirsiniz kanalda zınqrov işarəsini vurursunuz. Onu eləyiblər Bizi də. izləyirsiniz. Ya eləsinlər, bizi izləyirsiniz. Instagram səhifəmizə keçirsiniz və TikTok'a bəzi aşağıya qoyarsan bura. Yaxşı, göy adamda göndərək. Eləyirsiniz. Xahiş edirəm eləyin. Çox xahiş edirəm eləyin. Təşəkkürlər xidmətlərin üçün. 1 2 3. Bəs yaxşı, mən cındır vibe verirəm sizə. Yox. Sən Bu gün Yox. bu gün Amma olan qalan yalan vibe verirsən. bu gün olan Hayır, qalan oğlum. hər bütün vibe'ları da şeylədir, yəni pis mənada da. Sən bombasan. mən səni yəni çox izləmirdim də. Yəni Sevirəm. Zarfa sevdim səni. Çünki oxuyursan, öz dünyan var. Çox təbii olaraq Təbii məncə sən, çox adama sonra. Aygül ilk başlarda Qıcıq vibe verirsən. Qıcıq vibe Qıcıq verə olur. Onu bilərsən. mən özüm qəsdən eləyirəm onsuz da. Hə, də. Məqsədli qəşəng. Və bu gün onu atdın üstündən. Yox, zordur, zordur. Mən Bunu səni atmaq sevirəm. istəmirdinsə də deyərsən katlayarıq qəşəng yerləri. Ancaq cındır-mındır yerləri saxlayarıq. Və bu cındır-mındır Əşya hanı? adı nə idi? Bəs Ralbayos, dünyanın Hə. ən Ralbayos. Biz hər bölümdə dünyanın ən Ralbayos əşyasını Lazımsız tapırıq. yəni. Ralbayos da Dalbayovun Senzuralanmış sinonimi kimi versiyası da. düşünə bilərsən. Dünyanın ən Ralbayos əşyası. Yox, yəni bəzi tam da sayılmaz, amma niyə bu dizayn Baxaq. Bu nədir Fərid? şey? Külqabı. Külqabı. Yenə bir Yılandır. Füzuli Əjdaha şey külqabı. gətirdin. Mən də külqabı gətirəsiydim bu gün ən Məsələn, Ralbayos əşya. Yaxşı ki gətirməmişəm ha. Niyə qəşəng üstə düşərdi də? Bəzi bu bir ara elə bildim ki, ilandı. Əjdahadır. Sonra Əjdahadır. əjdaha olduğunu bildim. Amma Əjdaha deyil, krokodildir. Yox, əjdaha. Mən ilk dəfədir görürəm Fərid. İlk dəfə gördüm. Hə, mən görməmişəm heç bundan. Prosta külü bunun arasına vurasan. Ay, bilirəm bax, çox belə. Hər yeri Dizayn o deyil. kül. Ona Bura mən siqaret rahat basarsan. göstər. Kameraya göstər də. Basa Göstər. bilərsən amma ki Allah, buna baxıram ki, bunun harasına kül vurasan. Dayım gəlib çəkirdi bunda. Kül necə dağılır, necə çox Onu eyib zor əşya. imiş amma mən heç Bəzi Ralbayos bu gəlmədi. şeydir. Yəni zarfa Məşhur Sovet dizayndır. əşyası. O sarı biri var. Hə, yes. Bu dediyim kimi Sovet əşyasıdır bu. Tamam. Amma yenə də şey küllü Amma ağırlığı zadı gözəl, nəysə qoy ora gözəl əşyadır. amma aparacağam. Yaxşı. Və bundan kimdə olubsa Desin. desin, zarfası yazsın da rəydə. Agöz, səncə bir oğlanda ən dözülməz xasiyyət nədir? Simic olması. Oldu Bay Aynurun Simic olması. olması. Bəs yaxşı Fərq səncə etməz nə qədər pul qazanır. Ola bilsin milyonərdir, amma Biraz simicdir. zəhmət olması Əli yaxın. bərkdir. Əldən bərkdir. Simic deyəndə burada şey nəzərdə tutursan, atıram. Var Tutalım bunun vermiş. 100 manatı var, amma məsələn 50-sini də 80-ını bölüşür səndən. Okay, допустим, hə. Amma yəni sən tam istədikləri eləyə bilmir də yenə də. Çox ürəyi açıqdır, amma maksimum 100 manat çıxır da bundan. Okay. Amma o birinin məsələn 1000 manatı var, o səndən 500 manat bölüşür. Məsələn. Amma 800 bölüşmür. Sən Yox, Fərlan, sən- Həzrəti Əli deyimini Primerdə sən başqa şeylərsən, yəni Mən Yəni, demək istəyirəm ki, sənin yəni, üçün sənin üçün Varlığının nə qədərini Sənin versən. üçün yəni simic deyəndə nəzərdə tutduğun Yəni nədir? pullu oğlan yoxsa Doğru, kasıb yəni- oğlan? Kasıb heç kim bəyənmir o Yazıq heç. cavabını verdi, uzatdıqca uzatdın. Hə də, Ötər. yəni pulun çıxartdın. Məncə sən başa düşmədin mən nə demək Hə, istəyirəm. başa düşdüm. Prosta tema çıxsın da biz də başa Bu Prosta düşürük. təkcə tema. və bir dənə şey demək istəyirəm. Bu təkcə kişilərə aid deyil. Ümumiyyətlə simic insan, qadın kişi fərq etməz də. Məsələn mən rəfiqələrimlə görüşürəm, elə olur ki, bir dəfə mən hesab verirəm. Onda sevil partladır yəqin. Başıma bir dənə hadisə gəlibdi oradan o haqqında. O Kopenhagendə yaşayır. Məncə mən də partlatmışam. Hə. Bu sualı da verim. Bəs səncə qadında ən dözülməz xasiyyət nədir? Bay Aynur. Vermiş olduq yəni. Məncə döşləri. çox danışması və çox qısqanc olması.
özü dedi. Belə deyir ki, Yo, mən elə deyiləm. güya hər iki tərəfdən bu. Valla mən elə Ki deyiləm. ədalətli. Sən bilirsən. Ki ədalətlisən. Sən Tərbiyəsiz. Alo. Tərbiyəsiz. Manipulyator. Düzgün cavab verirəm, oluram pis. Narsist. Yalan desəydim olacaqdım yenə pis. Narsistsən, sən bilirsən. Yo, bunu. narsist bu cındırma deyiləm. yalan Narsist demə. deyiləm. Yalan Valla demə. yo, narsist deyiləm. Yaxşı, deməli başıma nə gəlib? Tez danış. Buyur. Deməli keçən dəfə Targovda gedirdim. Aha. Bir dənə eli yüzü düzgün, tərtəmiz bir qaqaş idi. Gəldi mənə dedi ki, bax belə də. Salam bəy, bağışlayın bir dənə vaxtınızı alıram. Deyirəm ki, buyurun. Mən bir dənə yemək almaq istəyirəm özümə. Özü elə səslən deyirlər, Hə, yavaş Özümə səslən. yemək almaq istəyirəm. Bunu danışa-danışa qırağa baxır belə. Mən dedim ki, ulan sosial denəydəyəm deyəsən. Mən çəkilirəm. Dedim ki, şeydir. Ha, olaram. Keçin bir normalda da bomba yəni adından. eləyirəm, amma normalda məsələn o qədər eli yüzü düzgün adama çox pul vermirəm də. Dedim mən sosial denəy zadalar. Karizmayı çizdirməyəlim. Dedim ha problem yoxdur, gedək alım zad. Hə, nəsə dedim ki, gedə-gedə ortada deyəcək ki, çox sağ olun, biz yoxlayırdıqsa, demirəm amma. Dedi ki, şeydir. İstəyirsə kartıma da ata bilərsiniz. Mən də fikirləşdim ki, onsa tələsirəm. 5 manat adım, eybi yox da. Mən atan yerdə deyəcək ki, nəsə kartın kodunuz adını dedi, nəsə atıram. Getdi pul. Amma atmıram da hələ ki, deyəcək ki, hə, çox sağ olun da, bəs biz yoxlayırıq zat. Demədi. Ən son atdım. Dedim ki, atandan sonra deyəcək ki, bəs buyurun zat. Atdım dedi ki, çox sağ olun zat. Belə elədi və getdi. Və bu bir metod idisə əgər, bu yeni bir belə bir dalğa başlamış ola bilər dostlar. Sosial deney adı altında, sosial eksperiment üzr istəyirəm adı altında insanlardan pul almış ola bilər. Mənim 5 manatım getdi. Əgər o qaqaş Alo, o nədir? metodika ilə alıbsa Mənə onu, 10 manat. yenə də çox halal bir olsun ki, qadın. yəni elə bir şey düşünün. Sevinç oğlanlar bəyənmirəm deyəndə sonra. 5 manat söhbət. Yox, bilirsən nə, orada həqiqətən 1 manat, 100 manat teması deyil də. Qadın hamilə özünü təqdim edir və ingiliscə danışdı. Bilmirəm, desən hə. Qarış və ingiliscə danışdı. Neyinimə, yəni yoxluyum orasını. Ha, ingiliscə danışdı. Amma bilirsən necə, 10 manatda practice oldu, elə bil ki. Verdin? Verdim. Deyək ki, hava limanına zada getməliyəm dedim, al. Amma o soxmadı nə olar? Çünki səndən sonra başqaları dilənəndə pis olur. Bəs oğlanın maaşı nə qədər olmalıdır? Mən nə bilim, hərə özünə görə alır. Bəs qadının maaşı nə olmalıdır səncə? Mən nə bilim, hərə özünə görə qazanır. Bəs səncə sənin maaşın nə qədər olmalıdır? Mən nə bilim özüm bilirəm. Mənə görə elə belədir. Mən minimum aya 50 min qazanmalıyam, manat, heç olmaz. Manatı. Yes. Sən materialist bilirsən. That I'm material girl. Ya məncə deyilsən. Mən yox, elə deyiləm. Deyilsən, hə. Yox, Amma elə bir deyiləm. dənə bir Porsche olsaydı zor gedərdi. Belə şeylərə marağım yoxdur. Bəs nə maraqlı? Çoxlu travel edeyim, gəzim, onu da eləyirəm yəni onsuz da. Yəni belə altında belə maşın olsun, belə evim olsun, bağım olsun, elə yoxdur, elə bir şeylərim Biz yoxdur. yeməyini aran necədir? Brendlər geyinim, Çox vəbşə yaxşı yoxumdur deyilsən. elə bir şey. Yeməyini aran necədir? Şəkil alvası Yeyirəm də, yemir. yaşamaq üçün, ölməmək Ən üçün. Yəni sevdiyin sevmirəm. yemək? Dolma yəqin. Saatdır da. Üç bacı da Olmadı. olmaz. Bir şey deyim. Ən sevdiyin yemək sualına dolma cavabından başqa bir cavab alamıram. 3 bacı dolmasın. Üç bacı da olmaz. Heç olmaz. Amma ətini yeyirəm ancaq. Bəs bir dənə bir şey deyim. Yaxşı yadmış. Noxud vurulur sizdə. Yox. Yox, Fərid. Fərid, onda sən Füzulidən deyilsən. Yox, bəs. O amma zarafasız o yeraltı hərəkətidir Fərid. Bilmirəm də. Sizdə vurulur noxud. Yox. Mən mamam yerə daxı vurulmur. Bizdə vurulmur Sən falan yeraltı bizdə. harası? Göyçədən. Bilmirəm, noxud. Bu arada doğaya noxud vurulmalıdır. Hər kəs Vurulmalı. xahiş edirəm bunu Bəli, nəzərə alsın. bəli, Mən bəli. də bir şey deyim belə. Allah da affet etsin. Bəzən yaslara gedəndə şey fokusuna gedirəm ki, noxuddur, doğğa içəcəm. Aç onda kitabda görək maraqlı nə məlumat var. Çoxdan da müraciət edirəm. Cındırxana açmırsan. Aygülə özəl bir məlumat deyir. Sevinsin. Oxuya bilirsən? Bu gözəl. Bu ən zor idi. Bunu oxumuşdum deyəsən. Ciddi Kartof sual verdim, bitkiləri, kartof bitləri havada təzyiqin düşdüyünü anlatdıqda cütləşmirlər. Bu kitab Elxan Elatlı yazıb, amma seksə bağlayır. Cütləşmə zət yazıblar. Sən tap bir dənə məlumat oradan istəsən. Ay apiram. Hə, kişilərə geydirəm bir dənə şey tap. Oxuya Oxuya bilirsən. Oxuyuram, tapa bilmirəm. Qadınlar kişilərdən 2 dəfə artıq göz qırpır. Gördün? Səncə niyə? Gözləri qorxub da hər əl qaldıran. Ona görə açıq taxmışam. Şey var. Şey. Qırpmağım görsənməsin. Kitabım. Ya bunu yandıraq. What is that? Kameraya doğru Bəs tutaq. yox, Yeni bizə son sualını arzularımızda. verəcəkdi. Bizə son sualını verəcəkdi. Yoxdur son sualı məncə. Yoxsa. Necə yoxdur? Yandıraq çırçıramızı. Son bir açıqlamalı Maraqlı elə. insanlar deyilsiniz. Düz deyir. Düz Bizim deyir. haqqımızda nəsə buna söz dedin. İnsan olmasa insanlığa, izləyicilərimizə nəsə denir. İnsanlığa. İnsanlığa. Çırçıramızı yandıraq. Ay, Arzularımızı deyək. Gəldin, gözəl əhval-ruhiyyə düşündüyüm Məni cındır qatdın. çıxartdın. Yox, sıçdın ağzımıza. Zarafasız heç düşündüyüm kimi olmadı. Yox, biz səninlə bir dava dalaş eləyəcəydik axı burada. Niyə məni dava eləyirsən? Burada Sən Uşaq, bu gün bir çox şey. senari qurmuşdun, bəyində Çox heç biri senari. Hə, olmadı. hə, Sən hə. bu gün çox xəyal Bir dənə yeniniz mübarək partladaq.
Eləyəcək də 3-2-1. bunu yandıraq. Yandıraq da. sonra Zajgalka var. Yox, 3-2-1 deyə sonra da. Yandıraq da bunu. Yandıraq elə deyək də. Bunu da sən əlləşdiribsən. Yandıraq da. Yox, bunu prosta eləyək. yeni 3-2-1 Zajgalka bitirişi. Too much fikirləşirsən, ona görə yaxşı olmur. Düz deyirsən. Başını Ha, bırak. çox Yes. beyində qrup. Düz Yox, deyirsən. çox Yes. beyində Yes. qrup o. Yes. Da, özünü Zajgalka. İkinci tutuzdurduğun şey oldu bu. Aha. Yandıran. Limparta partladaq bəs. Partladıq. Ad günündə partladaq. optun var vəbşə. Optuma bax balama. Optima. Aça biləsən? Optuna bax balama. Birinci o Açsan eşit. açasan. Aça bilirsən Yox, sən. bilmirəm. Optun yoxdur Yox, sənin. yoxdur. Yaşda dalaşmayın. Yaşda zarafası. Yoxsa mən cındır zad deyə istəmədim. Partlamaq ki. Oğlum, Partlayacaq. Hoppa! Partladı ha. Gözəl. Qəşəng yaxşı kameraya zada dəymədi qardaş. Sıçdım ya altıma qardaş. 2000 gəldi gözümə. Zarahat gəldi. var. 2500. Benim gözümə Çox girmişdi də qorxdum, yəni. hə. Bu Yuxarıda- alkoqol deyil də, Yox, düzdür? deyil, deyil. Bunun üstünə şəklə var, belə alkoqol olur. Okey, uşaq üçün də Uşaqlar üçün bilirsən. alkoqol. Oğlum mənim üçün ağcaqat fayda mənə. Eybi yox, qoy getsin. Alo. Gətirdi Səhv sən. şey deyil. Keçən dəfə pəncərənin qabağında həqiqətən uzanmış bir dənə ağacaqan var. Elə bildim ki, Tərlan özü qoyub. Arzularımızı deyək və Dəymədim həqiqətən. Götürüb atdım. Zarafasız. Deyə yazdı. atardın. Deyək də, deyək. Aygül, arzuların Bizlə bağlı ümumi də yeni il zat. Özümə arzulayıram, Həmədə onu arzulayıram bu il. Can sağlığı və çoxlu pul. təşəkkürlər. Nəvasan. Bırax. Vuraq. Sıradan arzu oldu özlə. Zarafatsız hə. Dümdüz arzu elədi. İzləyicilərimizə çox təşəkkür edirik. Bu il bizim yanımızda olduqları Çox sağ olun izləyicilərimiz. Aviasiyasa Daha- təşəkkürlər. Bir ili daha geridə. 3-cü ilimiz də artıq Həqiqətən. geridə qoyuruq. Aviasiyasa təşəkkürlər ki, bizə sponsor oldu. İndi isə Aygülə təşəkkürlər. Aygülə Aygül, təşəkkürlər. Çox sağ ol. Aygül Gəldin, Əlasan Aygül. günümüzü rəngləndirdin. Möhtəşəmsən. Həqiqətən Güman möhtəşəm. edirəm. Aygül yaxşı qızdır bu arada. Zor qız. Zor ciddi qız. deyirəm, zor Kənardan qız. ola bilər ki, elə görünməsin. Baba cındırmındır Anadan yaxşı hanı? insan, Həqiqətən. Deyib gülür, öz dünyası var. Öz dünyası var. Seriallara Oxuyur, baxır. Seriala baxır, hüquqşünasdır. Bomba da C- burnu var. C1 Bizimkidir. C1 ingilissə və Rusca arzusu da var. şeydir. Hə piano çalır. Arzusu da ki Abbas dünya Kiarostami. gəzmək. Ən yaxşı Ha. dostu da sevildi. İran filmləri şeydir. Zarafatsız Hə. qəribə bir. Sən hansısa əsər personajsan bu dəqiqə. Çox Qəribə Cavab bir- ver də. Çox sağ ol zat də, heç olmasa. Hə. Baba cındırmındır hanı? Öyrəşməmişəm, mən o qədər tərifləyirsiniz, bilmirəm nə Aygül sən nə möhtəşəm insansan. Gələ tərif. Fərqi burada onunla. Ciddi deyirəm. Hə Vur, vur, bu vur. səmimi idi. Kişilərə Deyirsən ki, ayıpım mən qamçılıyım. Bir dənə vurum. Hə şeydir. Bu nə- Doğrudan səmimi deyildi. fəxr eləsin ondan. Fərd orada burada deyəsən ki, Aygül məni qamçılıyıb. Aygün məni vurdu. Alan vurar da. Amma almamışam axı. Hələ ki. Alan Yaxın dur, vurar. mikrofona yaxın dur, elə danış. Əlini Bəs çəkər. də. Namərd. Çox uzaqda deyəndə. Duraq onda. Sağ ol. Yandıraq da bunu. Yandıran. Yeni iliniz mübarək.